Salam əziz və hörmətli dostlar, xoş gördük. Mən İnsaf Əli Hidayət. Düşüncə bağı otağının aparıcısı sizlərin huzurundayam. Bu günləri Salih bəy İldırım cənabları Güney Azərbaycan İstiqlal Partisinin sözcüsü ya lideri 10-ci video faylın, səs faylını göndəribdi mənə. Səs faylıdır. Onu qoyacağam əski geçmiş videolarımızın üstünə. Videoların səsi gəlməyəcəkdir. Siz taza səs faylın onun üstündə işləyəcəksiniz. Yəni bizim ağzımız tərpəşəcək. Əlan mənim ağzım tərpəşir, amma bu əski videodur. Taza video deyil. Mən inanıram ki, taza sözlər öyrəşəcəyik və taza düşüncələrlə üzbəyiz olacağıq. İcazənizlə gedək və onu görək ki, Salih bəy nə buyururlar. Çin. Çin'i necə görürsünüz? Çin bir dünya küresel bir güçtür. İktisadi, hərbi və siyasi nüfuzu danılmaz. Günü-gündən genişlənməkdə. Bizim də demək bölgəmizə təsiratı illaki vardı və olacaqdır. Çin-Türk konusuna necə baxırsınız? Biz orada yaşayan Çin işğalında olan Türklərin egemenliğin olan haklarının bərpasının tərəfindəyik və bu haqda fəaliyyətlərimiz olub. Biz indiyə qədər Uyğur Türklərinin bütün demək qoyduqları etkinliklərdə iştirak eləməyə çalışmışıq. İstər seminarlarında, demək etirazlarında dəfalarca Çin elçiliyinin qarşısında Güney Azərbaycan İstiqlal Partiyası olaraq Uyğur Türkləri ilə bərabər Çin demək dövlətinə etirazımızı bildirmişik və bu belə də devam edəcək. Yəni bu məsələdə etirazlarımızı bildirəcək. Çin-Türk konusu göz önüne tutarak Çin'le oynamağı riskin ve zərərlərini qəbul edir misiniz? Bunu nəzərə almaq lazım ki, bütün əlaqələrdə sizdən güclü olan dövlətlərlə rabitə qurduğunuzda bu risklidir. Çünkü adeta bu rabitələrdə güclülər qazanır. Ve onun için her bir güclü dövlətin ilişki risklerini nəzərə aldığınız kimi Çinlə də demək o ilişkilərdə o riskləri və zərərləri diqqətə almaq gerekir. Çin Türkləri ilə ilgili milli mənafiyi necə qoruyacaqsınız? Yoxsa Türklərdən himayət də Çin siyasət ticarətini bir qırağa buraxacaqsınız? Dövlətlərlə rabitələr bir mesele üzerinde kurulmuş. Demek birçok meselede birbirinizle zıt olabilirsiniz ama bazı meselelerde de onun kenarında işleyebilirsiniz. Yani bu ağara eləmək siyasette devletlerle diplomatik rabitede doğru değil. Savaş anında belə siz o savaştığınız ölçeyle irtibatlar kurulur. Yani ki bir qırağa buraxılacaq bir ölçə desək yanlışdır. Bütün ölçələrlə irtibat içində olmalıyıq və ancaq burada milli maraqlarımızı qorumağa və milli hədəflərimizi yürütməyə çaba göstərməliyik, özen göstərməliyik. Çin'in dünya ekonomisi üzerinde etkisi ne kadar görürsünüz? Evvelde dedim Çin küresel güçtür ve dünyada etkisi çok büyüktür. Siz imkansızdır dünyada herhangi bir ölçüde, herhangi bir yerde yaşarsak da evlere bile girəsiz, o evlerde Çin malı tapmayasınız. Yani her bir evde demek eğer Çin istehsalı varsa bunun təsiratını
bütün dünyada ve insanların hayatında göstermektedir. Bu sadece iktisadi değil, siyasi ve hərbi təsiratı demək Çinin danılmaz ve geniş həcmdə dünyada demək etki bırakmaktadır. Hindistan Faslara yaxındır, Türklere uzaktır. Hindistan müadiləsini haqqında neler düşünürsünüz? Hindistan da aynen Çin kimi. Hindistan da güclənməkdədir, güclü atın bir ölkəsidir. Demək çox nüfusu var, əlbəttə Çinin nüfusu hər kəsdən çoxdur və demək onunla da demək Hind, Avrupa ırqıdan olduqları üçün Farslar özlərini yaxın bilirlər, dost bilirlər. Ancaq bunlar Hindistanla əlaqə qurmayacaq və ya qurulmayacaq mənasına gəlməz. Elə Çin məsələsində dediyim kimi dövlətlərlə diplomatik rabitələr herhangi bir agara üzerinde kurulmur. Çünkü o ondan dostdur. Bəs mən bundan irtibatımı kesim. Bakın Amerika'yla Çin mesela indi çok ciddi karşı durmada düşman mövqeyine geldikleri halda böyük əlaqələr, ticari əlaqələri də vardır ve görüşləri də olur, müzakirələri də olur. Veya Çin ile Hindistan'ın bütün bu aralarında olan problemleri ve ziddiyeti, rekabeti, düşmançiliği ola yine de ticari ve siyasi əlaqələri de vardı. Ve biz de bunlardan müstəsna deyirik. Yani herhangi bir devleti için filan kəsinə rabitəsi, filan ölkənin rabitəsi yaxşı olubdu veya pis olubdu. Ağqara kənara bırakmaq lazımdır. Bizə görə münasibəti nədir? Yəni Azərbaycan, Güney Azərbaycan dövlətinə görə mövqeyi nədir? Bunu mən əvvəldə dedim ki, dövlətlərlə irtibatda daha çox bizdən, daha çox onların bizə qoyduğu tavır belirleyici rol oynuyor. Biz onlara düşman belləmirik. Yani bir dövləti bəri başdan düşman belləyir. Bu dövlət düşman oldu, o dövlət düşman oldu. Acaba bunlar bize düşman kimi mi mövqe koyurlar, yoksa bir adın demək mövqe koyurlar ya dost kimi mövqe koyurlar? Ona göre bu ne bir taraflı olan değil. İkinci taraftan da yani bir devletinden olabilsin ki bir neçə meselede bizim anlaşmamazlığımız olsun. O gene de delil olmaz o devletle əlaqə qurulmasın. Biz belli meselelere de devlet olarak, yani devletle bir ferdin veya şəxslərin veya hatta hizblərin belə farkı vardır. Devlet her taraflı düşünmelidir. Devlet bir milletin menafeini ve dünyada giden tabii ki rəqabəti, dünyada giden siyasi, nizami ve iktisadi çəkişmələrdə öz mövqeyini belirlemelidir ve onlarla əməkdaşlığa girməlidir. Yoksa sadece özümüzü izole edərik. Yani biz hiçbir Hindistan için Farslara yaxındırlar diye biz Hindistan'la da əlaqə qurmayacaq. Mesela o birisi Ermənistanla yaxında əlaqə qurmayacaq. Biz sabah elə Ermənistanla da ticarət eləyəcək. Yəni ki, bu ömür sürəcək, onlarla cəng eləyəcək, savaşda olacaq mənasında deyil ki, bizim topraklarımıza göz tikməsə, bizim mənfəətlərimizi zədələməsə, öz hədudunu bilərsə, dostluq da elərik. Yəni ki, niyə olmasın dövlətin? Bugün Azərbaycan mesela Ermənistan rabitələri, Türkiyə Ermənistan rabitələrini normallaşdırmağa çalışırlar. Ve bu böyle de olmalıdır. Yani ebediyen dost, ebediyen düşman yoktur. Ebedi menfaatler var. Daimi menfaatler var. Onun üzerinde de rabiteler böylece kurulmalıdır. Hindistan üzerinde hangi siyasi ve stratejik stratejiler
önde tutursunuz. Bütün dediğimiz gibi tabii ki Hindistan da yani çok güçlü ölçülerden birisidir. Ve milli maraqlarımızı, öz milli mənfəətlərimizi göz önünə alaraq onlara zərər yetirməyəcək mövqedə müttəhidlərimizin deməklə olduğu kimi başqa ölkələrlə də siyasi ilişkiləri, iqtisadi ilişkiləri sürdürməyə çalışacaq. Din. İslam ve din konusu ile bağlı düşünceleriniz nedir? Bizim halkımız Müslümandır. Yani ben İslam dinini reddeli, kabul edip bu mevkiden çıkış edemiyorum. Bu bizim halkın, şimdi biz istemeye, ben özüm şahsen Müslümanım. Müslüman ailesinde doğulmuşam, büyümüşəm ve özüm bir Müslüman olarak uzun sürede demek uzun sürede gençliğimde yani inkılaptan daha evvel daha çok Müslümanıydım. Yani namaz, oruç hamısını eləyərdim ama inkılaptan sonra o dini adetlerden uzaklaştım hakikaten. Ama bizim mesela buradaki halkımız, milletimiz Müslümandır. Yani biz ne edecekse bu milletine ne edecek ve onun dinine hürmetle yanaşır. Aslında İslam bizim kimliğimizin bir parçası olup çevrilip bunu isteyer istemeye budur. Şimdi onu söküp atmak olmaz. Ve bunu halkımızın kimliğinin, hüviyetinin bir parçası kimin kabul edip ve saygıyla yanaşmalıyıq. İslam'a bağlanan siyasi ve idari düşünceler haqqında hangi siyasetler götürmek istiyorsunuz? Azərbaycan dövləti gələcək, Azərbaycan Cumhuriyeti, Güney Azərbaycan Cumhuriyeti sekular, demokratik cumhuriyet olacaktır ve yani ki herhangi bir din, fark etmez İslam, herhangi bir dinin etkisinde değil, hukuk esasında dünya kanunları ya dünyevi kanunlar esasında idare olunacaktır. Herhangi bir dinin tesirinde de yani İslam'ın siyasi təsiratı veya Məsihiyyətin veya Yahudiyyətin siyasi təsiratından kənar bir dövlət idarəçiliyini düşünürük. İslamla muhalif mi olacaksınız? Değil, yok. İslamla muhalif olmayacak. İslam dedik halkımızın dinidir, inancıdır ve azad olacak. İsteyen öz ibadetinde, razı niyazında öz dinine, dini adetlerini istediği kimi de icra eləsin. Ancaq bunu kanuna çevirip birisine təhmil eləməsinə zidd olduğumuz kimi birinin de demək məzhəbi, dini inanclarına əngəllənməsinə də ziddir müxalifi. Yani biz ne İslam'a muhalif olacaq, ne de din de Müslümanlara. Yani sekülerizme göre necə baxırsınız? Sekülerizm, bəziləri sekülerizmi dinə qarşı görürlər. Sekülerizm dininin bir məsələsi yoxdur. Ancaq dinçi değil. Bakın, dinçi olmaq ayrı ve dine karşı olmak ayrı. Sekülerizm dinçi değil, dine karşı değil. Orada yani seküler bir sistemde din təəssüratının dışında siyaset yürütülür. Yani dinin təəssüratı altında değil. Dinin demek uyguladığı ya tahmil, dinin siyasette uygulaması veya tahmili rolü yoktur. Ona göre seküler bir devlet bazen maalesef
belə xalqa anlatılır ki, bunlar kafirdirlər, ciddi dindirlər, filandılar. Yox, elə biz də müsəlmanıq. Müsəlmanların çoxunun yaşayışında, siyasətlərində baxarsınız, sekular siyasət yeridirlər. Məsələn, Türkiyə müsəlman ölkədir, Azərbaycan müsəlman ölkədir. Amma sekular siyasət yeridir. Yəni orada müsəlmanları məscidlərə mi bağladılar ki, biz də gələk bağlayaq və ya demək, dini ibadətlərə mi mane oldular? Əbəda sekularizmi dinə müxalifət, İslama müxalifət və onu maneçilik törətmək və bu kimi görməmək lazımdır. Əgər bu yolda kullanılırsa, onun əsasında, qarşısında da durmaq lazımdır. Siz bu Batı ölkələrində hansında məsələ, deyək ki, kilisaları bağlayıblar. Hamısı açıqdır, müstəqil gedir. Amma məcburi deyil. Nə getməsi məcburidir, nə də getməməsi. İran işğal rejimi kimi və ya məsələn bəzi ölkələr kimi zorakılıqla belə geyinəcəksən, belə saqqal boyayacaqsan, belə namaz qılacaqsan, təsbihin bu boyda olacaqdır. Gündə 3 dəfə məscidə gəlməlisən, məscidə gedib getməməklə insanlara dəyər verib onları ölçüb də demək güvən və ya ona nümunə verməklərinə qarşıyıq. İstəyən getsin məscidinə, istəyən getsin kilisəyə, istəyən getsin kilisəyə. Getsinlər, ziyarət ibadətlərini eləsinlər. Bizim onlara hər hansı bir maneçiliyimiz olmayacaqdır. Nə ona qarşı olacaq, nə də onu təbliğ edəcək. Yəni bu dövlət bu işə qarışmayacaqdır. Dövlət icbar qoymayacaqdır dinə görə. Onun xeyrinə və ya ləhinə. İslam, İran, Fars 100 illik rejimlərinin, siyasətçilərinin əlində bir silah olmuş. Dindən İran, Fars mənfəəti yolunda ciddi faydalar götürmüşlər. Siz bu siyaset düşünceli olarak din konusunda faydalanmağı necə düşünürsünüz? Bizim əvvəla bu meselede bir ciddi gerçeklik vardı. Yani İran işgal rejimi aslında İslam'ı da İranlılaştırmaya çalışıb. Yani onlarda millətçilik, yani Farslarda millətçilik dinin üzərindədir. Dini etkisine almıştır. Yani ki siz baxanda İran'da Peyğəmbəri də İranlılaşdırırlar, imamları da İranlılaşdırırlar. Hər şey güya ki bu İrandan, yəni bu Farslardan çıxıbdır. Bir türlü mesela İmam Hüseynin mesela güya ki xanımı Farsıymış, ya anası Farsıymış, ya babası Farsıymış. Bir türlü onu inhisara çəkib milli demək öz milli ideyalarını İslam'ın içine yerləşdirərək başkalarına təhmil eləməyə çalışmışlar. Yani İslam İran'da bir əritmə, bir hegemonluq, bir öz hakimiyyətlərini başqasına təhmil eləmək üçün bir vəsilə kimi istifadə olunur. Və sözsüz xalqımızın inancı var. İnanır Allah'a, Peyğəmbərə, demək imamlarına inanır və ancaq bunlardan su istifadəsinə, İran işgal rejiminin su istifadəsinin və ya əslən bu kanalın din vəsiləsinə İslam adıyla xalqı demək istismar eləyənlərin önünə keçmək üçün Azərbaycan din mərkəzləri İran din mərkəzlərindən fərqli olmalıdır. Yəni biz müsəlmanlara, müsəlmançılığa, İslama qarşı deyilik. Amma əgər bunun demək göbəyi İsfahana bağlı olacaqsa, onu qoymayacaq Azərbaycanda fəaliyyət edəsin. Müstəqil Azərbaycan din mərkəzləri olmalıdır. Azərbaycan alimlərin gəlib Azərbaycanda demək İslam akademiyası aça bilərlər. Yəni əsasən dövlət bizim İslama görə planımız budur. İslam akademiyası açılacaqdır.
Yəni mallalar demək xurafatı demək xalqa öyrətməkdənsə elmi formada, akademik formada İslamı xalqa tanıtdırmaq. İstəyən gitsin bu akademide oxusun, araşdırsın. Yəni üniversitelərdə, hovzələrdə deyil gedib orada gizləsinlər, nə oyun çıxardırlar. Üniversitelərdə elmi formada öğrenilsin ve bu bir kişinin elinde olmasın, bir sinfin elinde olmasın ki, bir malla məsələn bu cür geyinə bu İslamı təmsil edir. Belə də olmamalı. Hətta biz məsələn Azərbaycanda görürük ki, Qafqaz demək müsəlmanlarının rəhbəri mallaların formuna salır özünə. Yani bu böyle bir şey yoktur. Onlar ərəblərin geyimidir. Bunlar təqlid edib və gətirib hələ nə formada eləsinlər. Ancaq İslam bir qişrin əlində vəsilə olaraq xalqı istismar eləməsinə müsaade edilməməlidir. Və Azərbaycanda akademik mərkəzlər olmalıdır. İslamı xalq elmi olarak tanısın. Daha bir şöbədəbazdan, bir cadugərdən öyrənməsin. Bir xurafatçıdan, duanevistdən öyrənməsin. Gəlsin, doğru dürüst dinini tanısın və ona görə də işte ibadətini eləsin, sürə bilsin. Hətta din mərkəzləri, bu sünnəti formada olan din mərkəzləri də bağlarını demək Fars mərkəzlərdən, ərəb mərkəzlərindən qopartmalıdır. Və Azərbaycan mərkəzli din ocaqları, İslam ocaqları olmalıdır. Biz belə görürük. Yəni bu bağlılıq olursa, necə ki məşrutiyyət demək Nəcəfin təəssürat altında etkisini itirdi. Bu bağlılıq olursa, demək İran din mərkəzləri ilə, mənsəbləri ilə bağlılıq olursa, o hər daim Azərbaycanın istiqlaliyyətini təhdid edəcəkdir. Necə ki, bugün Azərbaycanda məsələn Hüseyniyyün görürük, Fatimiyyün görürük, o birisini görürük, hey düzəldi və ya məsələn Hənəfilər görürük, başqa ərəblərin qollarını görürük, Ərəbistanın orada demək din mərkəzləri yaradır. Bunların önünə keçmək üçün o ölkənin özünün, yəni bizim Azərbaycanın özünün din mərkəzləri olmalıdır və öz alimlərimiz olmalıdır. Özləri araşdırmalıdır. Bunlar gerekirse dövlət sərmayə qoyar, gedərlər, yəni akademik olaraq təhqiq edib 5 sənə ustad danışqa yetişdirirlər və elmi formada gəlib bunları, yəni malların inhisarından çıxmalıdır. Dinsiz milləti vətən və millət yolunda savaşa aparacağını necə anlıyorsunuz? Biz dinsiz, yani buna göre bile kiminsə dinine dedik, mani deyirik, dinsiz de deyirik, dinsizləşdirmək də istəmirik. Milləti, vətən və millət yolunda savaşa aparmanı necə görürsünüz? Tabii ki, biz Müslüman olmadan əvvəl də torpaqlarımızı qorumuşuq. Müslümançılıqda da dedik, bunu din adına olan savaşlar hamısı İslam adına olubdur və hətta bizim milliyyətimizdən də uzaqlaşdırıbdır. İstərsə bu demək Osmanlı'da olsun, Səfəvidə olsun və ya ondan qabaqçılarda, yəni qılıçlarımızı sallamışıq, amma İslamı yaymaqdan, milliyyətimizi deyil. Ona görə hər hansı bir vətənin müdafiəsi üçün mane yaratmaz, yaratabilmeyecek ve onu bir müşkül görmürük. Ama aynı zamanda biz kimisi dinsizləşdirmək istəmirik, kimin dinine karşı da deyilik. Biri dinine inanar gələr vətəninin müdafiəsinə, birisi ümumiyyətlə biz əgər milli şuuru inkişaf ettirebilsek, yani insanlarımızda bizde milli şuuru alıpla yerine dini şuur qoyublar, məzhəbi şuur yerləşdiriblər və ya başqa milli şuur yerləşdiriblər. Bizim
demək dövlətin bir işi də o insanlarda hər daim milliləşməyi, milli ruhu yüksək tutmağı, vətən sevgisini yüksək tutmağı, vətənin müdafiəni dindən də vacib olduğunu vurğulayaraq bunu bir gündəmdə tutub və mübarizəsini davam etdirməli. Yəni ki, illa ki vətəni qorumaq üçün dindar olacaqsan deyə bir term yoxdur. Bir şey inanmırıq. Biz dediyim kimi İslamdan öncə də torpaqlarımızı qorumuşuq. İslam 1400 ildir zuhur eləyibdi. Dünya ondan başlamış. Dünya milyonlar ildir və 10.000 illərdir də dövlətlər var, sivilizasiyalar vardı və sərhəddə savaşları var. Ona görə bunun hər hansı bir milli müdafiəmizdə təsir buraxacağını zənn eləmirəm. Millətin gənc nəsli dinsizləşib, heç bir əslə, usula, ərdəm, əxlaq, böyük, kiçik, hürmət, ənənə təslim olmadı. Bu durumu fürsət mi görürsünüz, yoxsa bir təhdid? Hər bir şey ki cəbri olursa, insan ona qarşı bir dirənişdə, insanın zatı budur. İnsan əsasında cəbri şübhəndir. İcbara qarşı bir dirəniş vardır içində. Birində çox olar, birində az olar, birində üsyana çəkər, birində nafarmanlıq eləyər, birində məsələn az nafarmanlığa filan. Amma ümumiyyətlə o cəbri sındırandır. İran işğal rejimində təhmil elədikləri üçün gənclərimizdə də dindən uzaqlaşmaq qayət təbii bir məsələdir. Bu əlbəttə ki bir fürsətdir. Yəni ki xalqın demək o xurafatdan təmizlənməsi və əsasında İslamda əvvəl şübhə vardır. Yəni ki, şübhə eləyəsən ki, iman gətirəsən. Və indi bizim gənclərimizdə, gəncliyimizdə bu şübhə dinə yaranıbdır və ya buna qaçış vardır. Əgər bu dəfə dönərsə ona, demək ki, avvalına onu araşdırmaqla, təhqiqlə nələr onu bəlkə öyrənə bilər və buna dövlət şərait yaratmalıdır. Amma hər hansı bir ərdəm əxlaqa bunu bəhanə eləyərək ki, məsələ mən müsəlman deyirəm, elə hər şey eləməyə azadam, bu İslama daxili yoxdur. Yəni bir toplumun ictimai bir əxlaq tərif eləyir, ictimai bir ərdəm tələb eləyir və bunu da təbii ki adət ürfləri bəzi adətlər tərif olunmur, yəni qanun deyil, amma icra olunur. Ona görə bunları da təbii ki səbəblərini araşdırmaq lazımdır. Şimdi niyə belə olubdur? O cəbridən gəldiyi üçün, icbardan gəldiyi üçün və bunu da nəzərdə tutaq ki, zaman dəyişir, nəsl dəyişir, baxışlar dəyişir, texnoloji dəyişir. Əlbəttə ki, gələcək bugünkü kimi olmayacaqdır. Gələcək 100 il bugünkü kimi əsla olmayacaqdır. Çox dəyişik olacaqdır. Çünki günü-gündən yaşayış tərzi dəyişir və görək, məsələn, dinə nə qədər ehtiyac qalır, dini hisslər nə qədər çoxalır. İndi ola bilsin ki, bəlli bir bürhələrdə, bəlli bir hadisələrdə bu təhrik olunsun, amma daimi qalacaqdır, olmayacaqdır. Ona görə bu dəyişikliklərin də, yəni texnoloji inqilabın gəlişmənin də insanların və toplumun yaşayışında muhakkak təsiratı var və olacaqdır. Ona görə bunları hər hansı bir təhdid deyil, bu demək hadisələri yönləndirməyə, plan düşünməli və usul, elmə dayalı bir yöntem tapılmalıdır. Qanunlardan dini silmək mi istərsiniz? Din dedi, dövlətin, bizim Azərbaycan Cumhuriyyətində, gələcək Azərbaycan Cumhuriyyətində insan hüquqları təriflənmiş və ya təriflədiyimiz
o hüquqlara dayalı dünyəvi bugünkü yaşadığımız şəraitə dayalı demələrdir, hüquq tərif olunmalıdır. Və o hüquq dinlənmə təsiri alıbdır, amma oluşturulub toplumumuzda. Çünki hər bir qanun gene de o toplumun ruhundan, toplumun demək adət-ənənəsindən təsir alır. Yəni icra olunması üçün illaki bunlar nəzərdə tutulmalıdır. Amma dini silmək mi istəyirik? Mümkün dərəcədə din təəssüratından kənar dünyəvi qanunların təsvib olunması və icra olunması məsləhətdir. Millətin bir çoxu tüm zülmləri mollaların gözündən və əlindən görür. Onlara qarşı intiqam duyğuları dərindir. Sizcə bu haqda necə düşünürsünüz? Hər sinf kimin, yəni bir zaman şah dönəmində polislərə, demək, savaşa, qar cavidana daha çox nifrət var idi. Çünki onlar o sistemin bariz nümayəndələri xalqı göz önündə əzib dağdan vuran nümunələr idilər. Mallalar da inqilabdan sonra beləncə bir mövqeyə düşüblər. Əlbəttə mallaların hamısı siyasətə qatılmırlar. Amma genelde mallalar bu rolü oynadığı için tabii ki halkın içinde elə zulm amili kimi görünür ve maalesef belədir də. Yəni ki, mallalar zulm edir də. İndi bu zulmün tətbiqatçısı və icraçısıdırlar. Təbliğçisidirlər, bu rejimin ağzıdırlar ve ona göre de halk narahatdır bundan, onu görməkdə də haqlıdır. Ancaq intiqam duyğuları bunun herhangi bir cinayete yol vereceğine yol verməməli. Bu dediğimiz kimin şahsi duyğulardan kənar dövlət mənfəətlərinə dayalı partinin rəhbərliyi ilə sistematik demək hərəkatına əgər mallaların cinayət işlədikləri varsa, onlar da gələcək Azərbaycanın məhkəmələrində cavab verməlidir. Yoxsa cinayət işləməyibsə birinin sırf malla olduğuna görə və ya malla paltarı gördüyünə görə ona herhangi bir təbizin tərəfində deyil. Yani təbizin tərəfində deyil, belki biraz anlaşılmaya əsasən birinin geyiminə, inancına göre veya sinfine göre bizim anayasamızda Cüneyt Azərbaycan İstiqlal Partiyasının nizamnaməsində hiçbir kəs dininə, sinfinə, cinsinə və təbəqəsinə görə demək ayrı seçkilik olmur və mallalar buna daxildir. Cinayət işləyən indi hər hansı bir təbəqədədirsə, hər hansı bir kəsimləndirsə cavab verməlidir. Bu indi malladır, şəxsidir, qarayaxadır, nədir, polisdir və ya polis deyil başqasıdır. Bunları qanun araşdırıb və qanun təsbit elədikdən sonra qanuna görə də cürmü nədirsə cürmünü çəkər. Hər hansı bir intiqam almağa və kaos yaratmağa imkan verməməliyik. İstiqlaldan önce, istiqlal almadan öncəsi çağda hansı işlər, siyasətlər və strategilər sizin üçün daha çox önəmlidir? Təşkilatlanma birinci önəmi daşır. Yəni ki, biz milli şuuru yayarak milliləşmə və təşkilatlaşma, demək, silahlanma bunlar istiqlalımız üçün
kaçınılmaz ve önemli adımlardır. Eləməli, hizbləşmək bizim demək dövlətçiliyə gedəcək yeganə yolumuzdur deyə düşünürük. İstiqlala hansı hazırlıqlar lazımdır? İstiqlala dedik, hərbi cəhətdən hərbi və təşkilati hazırlıq birinci yerə alır və onun üçün geniş təbliğat aparıb xalqın içində demək komitələr, özəklər təşkil olunması, fərmandehlərin belirlənməsi və milisiyanın yaranması istiqlal üçün hazırlıqlardan qaçınılmazıdır. Partilərimizin istiqlala hazırlığı varmı? Çalışırlar, mübarizə edirlər. Ancaq bunu bir deyək ki, məsələn, o dərəcədə güclü bir parti, qrup bugün istiqlaliyyəti əldə edə biləcək haldadırmı? Bu mübahisəlidir, yoxdur. Elə bir güclü təşkilatımız yoxdur, amma olacaqdır. Əgər İranda bir ani gəlişmə üz versə, siyasi dəyişim olursa, bu fürsəti filfor əldə edib istiqlalı elan etməyə hazırlıq var mıdır? Biz daha əvvəldə demişik ki, bir balaca bir kəndi də belə azad elədiksə istiqlalı elan edilməlidir. Yəni buna biz hizb olaraq buna təbliğatımızı aparmışıq, hazırlığımızı da buna görə edirik. Birinci azad olan bir yerdə istiqlalı mühaqqaq elan edəcək. Məsələn, bugün Təbrizdə bir şərait düzəldib və televizyonu ələ keçirə biliriksə, radionu ələ keçirə biliriksə, oradan Güney Azərbaycan müstəqil dövləti kimi danışıb, burası Güney Azərbaycan müstəqil cümhuriyyəti televizyonu və radiosudur deyə xalqa xitab edib və yönləndirmək lazımdır. Mümkündür, rahatdır, heç də çətin deyil. Belə bəziləri bunu olmaz kimi göstərməyə çalışırlar. Biz bunları eləmişik, biz dövləti dəyişmişik, biz dövlət qurmuşuq və yenə də qura bilərik. Ona görə olasılığı var, sadəcə istək lazımdır. Biz özümüzə güvənməmiz lazımdır, özümüzə inanmamız lazımdır. Siyasi, ideolojik, əskəri savaş təlimləri gedilmir. Əskəri savaş təlimlərimiz yoxdur. Amma siyasi, ideolojik təlimlər əlbəttə ki, hər bir partinin təbliğatının bir qaçınılmaz bir hissəsidir və olmalıdır, olur da. Məramnaməmizin üzərində mübahisələr gedəcəkmi? Bunlar hər daim güncəlləşdirilir. Yəni bir prinsiplər var, dəyişilməzdir, amma demək, nə olur? Bunlar zaman gözdən keçirilir, bəzi yeni şeylər olur, əlavə olunması gərəkir və anayasası kimi necə ki, yasa hər daim inkişafdadır. Mərəmnamə də, nizamnamə də aynən onun kimi demək, gözdən keçirilir. Kürt konusu. Kürtlərlə Türklərin arasında qanlı savaş çıxarmı? Çıxıbdır və çıxacaqdır da, çıxarmı, yəni deməsi bu qaçınılmaz burada bir qanlı savaşlar olacaq və buna da əsasən Kürt silahlı təşkilatlarında, Kürt terror qruplarında Azərbaycana qarşı ərazi iddiasında olan, bunu geçən 100 ilin içində də ediblər və indi də bu iddiada vardılar. Onlara qarşı mühaqqaq hazırlıqlı olmamız lazımdır. Burada hər kəs desə ki, olmayacaq, xalqa yalan deyir. Yəni biz deyil, amma Kürtlər bizim torpaqlarımıza göz dikib və həm də silahlıdırlar. Bunu eləyiblər. 2 dəfə bu qanlı saldırı olub, üçüncüsü də olacaq deyirik.
ola bilər demirik, olacaq deyirik. Yəni Simitko demək Azərbaycana cinayətlər işləyib, qətlam elibdir. Abdurrahman Qasımlı 57-ci inqilabın həmən ardından silahları, hərbi ağır silahları Afqanlardan ələ keçirib Azərbaycanda Sulduza, qəhrəman Sulduza saldırıb, qətlam elib. Onun ardından Urmunu ələ keçirməyə çalışırdılar və indi də eyni iddiaları var. Yəni o yolu gedənlər, o Simitko'nun, Qasımlının yolunu gedənlər, Kürdistan Demokrat Partisi bu iddiadadır, Komelə eyni iddiadadır. Bunların hamısının Azərbaycana iddiaları vardır. Hətta bəziləri gizlədirlər, elan eləmirlər. Hətta onlar ki deyirlər ki bizim bir iddiamız yoxdur, onların da vardır. Yəni biz belə baxmalıyıq. Ona görə Kürt məsələsində ciddi hazırlıq lazımdır və burada bir qanlı qarşıdurma olacaqdır. Kürdlərdə bu qədər ağıllı siyasətçilər var ki, Türk-Kürt savaşına qarşı durub Farsların meydanına oynamasınlar. Kürdlərdə də, Türklərdə də demək var bu iki bu anda, yəni bu savaşın önünə geçməyə, onu bu anda bu ixtilafların İran-Fars işgal rejimindən başqa kimsəyə xeyri olmayacağını bilənlər də var, amma azınlıqdadırlar. Genəldə belə deyil. Genəldə hər iki tərəfdə bunu İttilaat da, İran mərkəzi hökuməti də buna qaz verərək bu qarşıdurmanın daha dərinləşməsinə və bugünləşməsinə, yəni biz bunu ertələyirik, deyirik ki, bu qalsın Farsla məsələmizi həll elədikdən sonra bu məsələləri həll eləyək. Demirik ki problem yoxdur, deyirik problem var. Hətta bizim bir demək platformda yazmışıq. İran işgal rejimindən keçid platformu. Orada da necə bu sərhəddatın belirləməsi üçün nə işlərin görülməsi, nə formada həll olması, mümkün dərəcədə hərbi demək nizami məsələlərdən uzaq bunu həll eləməyə, münsifə heyətlər belirləməklə filan. Amma bunlar o önləyici addımlarla biz bilirik ki, bunların sərhədlər belə belirlənməyəcəkdir. Sərhədlər elə istiqlal olanda hər kəsin ki, silahı və sistemlidir, hazırlıqlıdır, sərhəddən bütün belirləyib orada duracaq. Ondan sonra onlarda bətməsi zor olacaqdır. Ona görə var, onların da içində bizim də bunun demək ən azından indilik bunun bu qarşıdurmaların bu anda bizə xeyri yoxdur və nəticə etibarıyla da buna siyasi yanaşmalıyıq. Bu anda nizami deyil, siyasi yanaşılmalıdır və siyasi də yenə də birinci dərəcədə, ikinci dərəcədə. Yəni siz düşmənləri və təhdidləri dərəcəbətdir eləsəz, birinci dərəcəli, ikinci dərəcəli, üçüncü dərəcəli, ona görə də siyasətinizi də, rabitələrinizi də ona görə belirləyəsiniz. Biz bugün Kürt məsələsini Farsdan önə çəkməməliyik. Çəkərsəksə, Farsa qulluq edirik. Yəni biz Kürt məsələsini İran-Fars işgal rejimini dəf eləmədən, Fars işgalını dəf eləmədən Kürt problemini həll eləyə bilməyəcək. Bu bir dəfə aydın bir məsələdir. Hər kəs ki bugün onu buraxıb da bugün həll eləməyə çalışırsa, bu istər istəməz, bilər bilməz
Bunların hamısı da illaki ittilata bağlıdır. Deyil. Belə bir iddiada deyil. Amma istər-istəməz, bilər-bilməz nə deməkdədir? Fars hakimiyyətinə tuzağına düşmüş olur. Çünki o istəyir ki, biz geçen söhbətlərimdə dedim, Gilana məsələn Azərbaycan torpağını gəlir, qopardır, İran verir. İran işgal rejimi verir Gilana. Sonra biz duruq Giləklərlə savaşma. Farsı unuduruq. Bu tərəfdən gətirir, məsələn, filan yerdə 5 dənə Kürdü gətirir, o da işlədi. Biz Farsı unutmuşuq, o gətirəni unutmuşuq. Kim gətirir bunu bura? O gətirəni unutmuşuq. Unutmuşuq, gələni deyir ki, sən burada neyinsən? Yəni ki, o amilləri ortadan qaldırmadan, əsli məsələ ki, İran işgal rejimidir, onu ortadan qaldırmadan siz bu məsələni həll edə bilməzsiniz. Heç kimsə həll edə bilməz. Ona görə də kökü buraxıb o şaxələrlə, yapraqlarla, budaqlarla uğraşmaq lazım deyil. Məsələn, kökündən həll eləmək lazımdır. Kökündən həll eləmək üçün İran işğalı dəf olunmalıdır. Kürdlərlə, Kürd siyasətçiləri ilə Kürd siyasi təşkilatları düşüncə alverine girir misiniz? Bizim bəzi Kürd təşkilatları ilə demək, Qeyri-Fas Millətlər Cibhəsində 2005-ci ildən demək, diyaloglarımız olub və indi də Qeyri-Fas Millətlər Cibhəsində Kürd təşkilatı var. Əlbəttə arada bir fasilə oldu. Olmadılar, onlar iştirak eləmədilər. Təbii ki, Kürd təşkilatları ilə siyasi demək, ilginin siyasi irtibatın olması gərəkir. Yəni, dedik, düşmənlə bir savaşan halda siz bir rabitələr də var, müzakirə masaları da var, nümayəndələriniz də vardır ki, gedirlər, gəlirlər. Azərbaycan, biz uzağa getməyək, Azərbaycan 30 il işğal sürəcində acaba ermənilərlə danışıq aparır mıydı, aparmırdı. Heyətlər var idi, nazirlərə qədər gedirlər, otururlar, danışırlar. Hə, ölkələrinə getmirlər mi? Başqasının ölkəsində, başqa bir yerdə otururlar, danışırlar. Bir hadisə üz verəndə, deyək, məsələn, sərhəddə bir şey üz verəndə, cavab vermədən əvvəl o dövlətin başı ilə danışılır orada ki, bu nədəsiz, niyə bunu elədiniz? Bəlkə məsələn, gözü qarşı tərəf deyir ki, səhv olubdur, tutur məsələn, o əməli eləyəni mücazat edir. Yəni ona görə və ya deyir ki, məsələ eləmişdik, onda bu birisi tərəfdən durur, ona cavab verir. Sən atarsan, mən öndə 10 dənəsini atarım. Sən bir dənə füzə attın, ya bir dənə güllə attın, bir nəfərimi yaraladın, mən sənə 10 nəfərin yaralayacağım. Birini öldürdün, 10 nəfərini öldürəcəm. Ona qarşılıq verir. Yəni ki, irtibat mühaqqaq olmalıdır. Biz aşırı yanaşıb da bunlarla bir danışıq, bir irtibatımız olmasa, başqaları girə aralıq eləyə də bizim bu məsələni həll eləmək üçün gələ girə ortalıqda aracı kimi rol oynayır. Ona görə siyasi ilişkilər, genə də qaydırım əvvələ, dövlətlər, təşkilatlar arasında siyasi ilişkilər, əlaqənin olması o təşkilatları qəbul eləmək mənasında deyil o təşkilatlar. Hətta bir müvafiq təşkilatlar deyək. Məsələn, Azərbaycan təşkilatlarında bir təşkilatla bizim siyasi əlaqəmizin olması, irtibatımızın olması o təşkilatın tam siyasətlərini qəbul eləməyimiz mənasına gəlməz, tam razılıq olduğumuz mənasına gəlməz. Kürdlərlə də belədir, Farslarla da elədir, Ərəblərlə də elədir. Bəlli bir məsələdə anlaşırsınız, əlaqə qurursunuz. Yəni, Kürd təşkilatları ilə illa ki, Azərbaycan təşkilatları arasında irtibat olmalıdır. Bizim məsələ dostlarımız bəzən çox aşırı yanaşırlar. Filan topluma getmək, orada Kürd bayrağı vardı. Demək, biz özümüzü sansür edirik, özümüzü izole edirik. Onda sabahlar məsələn, hər bir toplumda Kürd bayrağı varsa, Kürdlər varsa, iştirak eləmiriksə, kim qazanır? Biz mi qazanırıq? Qazanmırıq biz. Demək, Kürd öz bayrağı ilə gəlibdir. Mən də öz bayrağımla getmişəm. Əslən, o konu nədir? Nəyə görə çağırır? Bəzən məsələn, bizim bir dənə başqa dostumuz var. Məsələn, ərəblər. Müttəhidimizdir. İran işğal rejiminə qarşı müttəhid savaşırıq.
bir etkinliği var. Çağırıp biz de gedirik ora. Kürt de gelir orada. Yani orada birbirimize karşı mərz çəkmirik, sərhəd çəkmirik. Onun da bayrağı oradadır, bizim de bayrağımız oradadır. Yani bunları bir siyasi tavır kimi qəbul eləmək demək və belə də yanaşmaq lazımdır. Yoxsa demək illa bir Kürt təşkilatı ilə bir diyalog oldu. O Kürt təşkilatının hər bir şeyini qəbul eləmək veya demək onların hər bir şeyini unutmaq manasında değil. Bugün Kürdistan Demokrat Partisi de müsbət addım atarsa demək bu meselelerin həllində biz onu qarşılarıq, xoş qarşılarıq. Ama unutmarıq. Ne ediblər onu unutmarıq. Kürdistan Demokrat Partisi nə cinayətlər işləyibdir onları unutmarıq. Və onların göz önündə tutaraq ilgiləri yeridir. Yəni ki, bu anda Azərbaycan Kürt təşkilatlarının, Azərbaycan təşkilatlarının arasında bir normal bir rabitə yoxdur. Ve Kur'an'a da her bir teşkilatla yaxınlaşında 1000 dənə mark yapışdırırlar. Kürtpərəst bundan aynen Kürt mənfəətləri belə deyil. Yəni ki, siyasət mesela bizim Bəluçlarla da demək Ərəblərlə də ittihadımız vardı. Ama problemimiz kimlərlə çoxdur? Problemimizin çoxu Kürtlərlədir. Çünkü Kürtlər bizden toprak iddiası edirlər. Bizim Ərəblərlə problemimiz azdır. Çünkü torpaq sərhədimiz yoxdur. Bir-birimizə belə bir iddiamız olsun. Mənfəət ola bilər. Səhər orada mənfəət konusu gələr, bir ziddiyyətlər də gələr ortalığa. Mesela Bəluçlarla belli ölçüdə problemimiz var. Mesela Xorasanda Bəluçlar iddia edirlər ki, Xorasanın bir hissəsini bunlar Türk torpağıdır. Onlar deyirlər bura Bəluçdur. Ama bunlara rağmen bir ortada nedir? İşləyir. Bir ortada bir dənə birlikte kurmuşuq. İran işgal rejimine karşı bir itaat içinde samimi bu meselede birleşmişik. Bizim birleştiğimizin bellidir. Neye göre birleşmişik? Biz ittifak elədiyimiz İran işgal rejimidir. Onun əleyhinə ittifak eləmişik. Baxın, məsələn, Pakistan məsələsində bizim Bəluçlarla bizim mövqemiz fərqlidir. Əslən bir ortaya gələ bilmirik. Onlar Pakistana çox qarşı şiddətlə, Pakistan da bizə qardaş dövlət kimi, dost dövlət kimi ve ona göre orada kural olmuşuz ki, burada başka devletlerin meselesi değil. Biz bu cephede İran faşist işgal rejimine karşı birleşmişik ve bu meselelerini de bunun dışındaki meseleler bura qatmayacaqsınız. Burada mesela herhangi bir Pakistan'a karşı mövqe tutulmayacaqdır. Veya Irak'a karşı, ya Azerbaycan'a karşı, ya Türkiye'ye karşı, ya herhangi bir başka. Burada fakat İran'a karşıdır mövqeler. İran'ın dostları ne karşı mövqe koya bilərik. İran'ın düşmənlərinə qarşı da düşmənlərindən də himayət eləyə bilərik. Bu dərəcədə bundan xaric deyil. Yəni ki, burada da Kürt məsələsi ilə də görüşlərdə demək ya irtibat qurulması bizə görə lazımdır. Maalesef siyasi atmosfer elə bir yönlendirilir ve İran'ın da bunda çok tesiri vardır. Aşırı bir cəv yaradıb, fəza yaradıb ki, bu yaxınlaşmanı çətinləşdirir. Mənə görə Kürt təşkilatları ilə irtibat qurulmalıdır, irtibatda olunmalıdır, görüşlər gedilməlidir və dəfələrcə bu Kürt təşkilatlarına demişəm rəhbərlərinə, demişəm danışıqda, demişəm ki, məsləhət deyil siz, yəni cümə eləməyin 4-5 dənə silahınız var, filanınız var, bu iddialardan çəkilin, bu sizin xeyrinizə deyil. Bizi qorxutmayın, biz qorxan bir millət deyilik. Cümə eləməyin ki, sizin silahımız yoxdur. Biz bir gündə silahlandırırıq Azərbaycanı, silahlandırırıq və vurub sizi dağıdarıq. Yani bunlar da oturup deyirik üzerine değil. Yani bunu bilcinin biz 30 seneden danışırıq ama ayağını andazeden koysan da dişe dişdi. Ve burada cümle eləməclə ki,
biz bunu bacarmalıyıq. Məsələn, sizin əlinizdə 5 dənə Klashenkov vardı. Buna qarşısınız. Biz də o Klashenkovlardan daha da modernini də əldə edib və demək sizə qarşı qoyarıq. Və burada siz zərərlə çıxarsınız. Məntiqli deyil, bu sərhəddimiz vardı. Yerlər vardı ki, millətimiz qarışıb, bir-birinə evliliklər vardı, Türk evliliyi vardı. Batı Azərbaycanda nə qədər Türklə evlənib, Türk Kürdlə evlənibdir. Və bunları o cür qanunla, silahla bizi təhdid eləyərək həll edə bilməzsiniz. Yəni ki, bu irtibatlar olmalıdır. Neden bazı Türkler siyasi Kürtler ya siyasi Kürt teşkilatlarıyla əlaqə qurmaktan çəkinirlər. O popülisti mövqe dediyim kimi şərait elə bir siyasi təşkilat əsasən əvvəldə dedim ki, cəvişkəndir, sətişkəndir. O maneələri sökər, tökər, yolu hamarlayar ki, xalq yazsın olursa. Bu maneələr sökəndə də əziyyət çəkirsiniz. Başınız yaralanacaq, əliniz yaralanacaq, daş atacaqlar sizə, iftira atacaqlar, filan eləyəcəklər. Amma təşkilatlar o pişkin siyasi mövqeyyata çatmadıqları üçün, siyasi olaraq pişkinləşmədikləri üçün, demək, ideolojik olaraq özlərini tam tərifləyə bilmədikləri üçün, özlərində hətta etimadları olmadıkları üçün bundan çəkinirlər. Bizim belə bir çəkinməmiz yoxdur. Biz Kürt təşkilatlarından demək əlaqə qurmadan çəkinmirik və ya qorxmuruq. Bəlkə bunu qurmağa da çalışmışıq, müzakirəmiz də olur, danışığımız da olur. Hətta mən Kürtlərə belə bir təklif verim, dedim ki, bizim gəlin, biz indi bir dənə bir şey qəbul eləməliyik. Yəni ki, bugün Azərbaycan və Kürdistan deyirsiniz, siz Azərbaycan torpaqlarını qoymuşsunuz oraya, deyirsiniz ki, bura Kürdistandır. Biz tarixdə bu günə qədər olan xəritələrin birini məbdə kimi götürməliyik. Bunun üzərində bugün mövqelərimizi belirləyib demək, birlikdə İrana qarşı savaşmalıyıq. Da o məqsədə qədər, məqsədimiz nədir? Onu sonra belirləyək. Buna məsələn, Qacar dönəminin coğrafisi bizim üçün qəbuldur. Pəhləvilərin hakimiyyətə gəldiyində dönəm bizə qəbuldur, coğrafi. Demək, yəni bir yerdən gəlib başlanırlar. Siz olmaz ki, qarma qarışıq deyəsiniz, bura demək, gələsiniz deyəsiniz ki, xoy Kürdistandır və mən də gəlim deyəm ki, sənəndəş Azərbaycandır. Bu olmaz. Bundan bir yerə biz yetişməyik. Bunlar heç birisi tutmaz. Bunlar ikisi də boş sözdür. Bir yeri, bir somut bir yeri bugün qəbul eləməliyik ki, bu belədir. Bura Azərbaycan tərif edirik, buranı Kürdistan tərif edirik. Amma məsələmiz vardır. Bugün bunu tərif edirik. Bu qəbul eləmirik. Amma bugün budur. Da sən onda bura iddia eləməsən, mən də oraya iddia eləməm. Onda nə deyərək, yaxşı gələk ki, Qacarların son xəritəsi Azərbaycan haradır? Kürdistan haradır? Kürdistanı hara tərif edib, oranı Kürdistan tanıyırıq. Ya məsələn, Pəhləvi dönəmi, haranı Kürdistan deyibsə, ora Kürdistandır. Bunu bir qəbul eləyin. Ondan sonra gedək ki, bax, eləmirlər. Bura gələndə heç bir Kürt qrupu bunu qəbul eləmir. Hətta mən belə söyləyəm, siz hamısında sizə şansı verib, siz qəbul edin. Yəni ki, şahsən denəmək üçün, yəni ki, onlar eləsə elə qəbul edəcək. Denəmək üçün görürəm ki, bunlarda sən bu şey varmı? Yəni ki, bir qaniyyəçilik varmı? Görürəm ki, heç bir şey, yəni ki, sərhəddə bilsinlər, desinlər ki, bura yaxşı da, bugün yaranmıdır ki, bu ixtilaflar. Yaxşı, Kürtlər də orada var idi, Türklər də buradadırlar. Bura, yəni, Cumhur İslamı da bu sərhəddə olmuyubdur, Pəhləvidə də olmuyubdur, ondan qabaqdan da var. Yaxşı, məmalı ki, Məhrusədə Kürdistan haradır? Qəbul edirsiniz, gəlin onun üzərindən gedək. Eləmirsiniz, Pəhləvi hakimiyyətə gələndə Kürdistan hara deyilirdi? Oranı Kürdistan götürək gedək. Siz gəlib onu qəbul eləməm, bunu qəbul eləməm. Xəyalı bir dənə coğrafi quraram, deyərəm ki, bura
Təbriz də Azərbaycandır. Onda biz anlaşa bilmərik. Yəni ki, bunlar da məsələn istəyirəm ki, belə deyil ki, qapılar elə qapalıbdır, qıfıllanıbdır, müsəlsəllər də durubdur, kütlərə qoymuruq yaxına. Ya onlara yaxını şey eləmirik. Bu danışıqlar, müzakirələr illaki olmalıdır və demək onlara başa salmalıyıq ki, bu demək təhdidlər Azərbaycanı qorxutmaz və bunlar həlledici deyirlər. Bunlar yol deyirlər. Onun üçün biz Güney Azərbaycan İstiqlal Partiyası olaraq Kürtlərlə çoxlu konularda ziddiyyətlərimiz olaraq elan edərək və ancaq bu məsələlərin də bir türlü həll tapmasının gərəkliyini də vurgulamışıq ki, indi istəyirsiniz savaşaq, ya biz deyirik ki, indi savaşmayaq. Gəlin bu düşməni ötürək eşiyə, sonra da yol qoymuşuq. Bizim hətta nizamnaməmizdə deyir ki, qonşularla sərhəddatız elmi, tarixi, demokratik əsaslar üzərində həll olunmasının tərəfində. Yəni ki, buna elm və tarix hər anı göstərir və bunları bir demokratik fəzada oturub danışıb görək ki, bunu həll edir. İndi belə də daha az qan tökülər. Amma eyni zamanda da biz hazırlıqlı olmalıyıq. Bizim çünki demək bu məsələnin əgər bir tərəfində güc olmasa həll olunmayacaqdır. Yəni qarşı tərəfin əlində silah olar. Sizin əlinizdə olmayan, o zaman biz burada elmi səhhət çəkəcək, tarixi səhhət çəkəcək deyəcək bir söhbətin əsla mənası yoxdur. Yəni ola bilməz. O tarix onun silahıdır, o elm onun silahıdır, demokrasi da onun silahıdır. Çünki o güc ondan olan hamısını bəlirləyir. Ona görə də güclü olmalıyıq, silahlanmalıyıq, öz demək gücümüzü masaya da qoymalıyıq. Demək ki, burada sərhəddi bəlirləməliyik. Bura Azərbaycandır. O yüzden də bizdə belə bir çəkinmə yoxdur. Amma Azərbaycan təşkilatları da əlbəttə və ümumi fəza o atmosfer elə yaranıbdır ki, Kürt tabusu vardır. Birinin farsla işləməsi əsla məsələ deyil, amma Kürtlə işləməsi problem olur. Məsələn, farsça danışması məsələ deyil, amma Kürtçə danışması problem olur. Görün, aşırıcılığı görün, ha? Bir halda ki, fars bizi daha, yəni bugün əzir var, bugün qanımızı tökən bu anda biz Kürdistanın zindanlarında deyilik ki, bizim cavanlarımızı Kürtlər aparıb işgəncə edib öldürmüş ki, fars aparır, fars aşağı aparır, fars zindanlarında və bugün Kürt peşmərgəsi bizim Təbrizdə deyil və ya Urmiyədə deyil və ya Azərbaycanın hər hansı bir yerində deyil, İranın polisidir, paslarıdır, bəsicidir, ittilatıdır oradadır. Farsın ki, onu görmürük. Bir dənə məsələn görürsünüz, hətta bəzi təşkilatlar o qədər aşırı gedir ki, pastarları götürürlər, təqdis edirlər ki, demək ki, Kürt savaşda, Kürt qrupları ilə savaşda ölən bir pastarı şəhid kimi elan edirlər. Onlar ikisi də düşməndir, bizim toprağımızda savaşıb, bizim toprağımızda fitnə yaradıb ölüblər, ikisi də gəbəribdir, ikisi də leşdir. Heç birisi mənə müqəddəs deyil. Yəni o bəsiz orada, o paslar hətta Türk də olsa, Türk mənfəəti üçün savaşmayıbdır ki, Farsın mənfəəti üçün savaşıbdır. Farsın hakimiyyətini qorumaq üçün savaşıbdır. O Farsın şəhididir, sənin deyil. Nəticədə Fars şəhid dediyi sənin düşmənindir, leşdir.
Mənim şəhidim deyil. Amma var Azərbaycan təşkilatları onlara taşı cənazə qoyur, çiyinlərində daşır, Allah Ekber deyir, başsağlığı verir. Hə, niyə məsələn filan Kürt təşkilatı ilə savaşda ölübdür. Mənim adıma savaşmır ki Kürt təşkilatı ilə. O İran hakimiyyətini təsbit eləmək üçün, mənim torpaqlarımda təsbit eləmək üçün mənim torpaqlarıma başqa iddiada olan bir qrupu vurubdur. Bunların ikisi də düşməndi. Mənim toprağımı qorumaq üçün yox. Bəlkə mənim toprağımı işgal eləmək üçün. Yəni bu işgal edib işgalı qorumaq üçün başqa bir işgalçının təhdidini rədd eləmək üçün savaşıbdır. Beləcə olan ikisi də işgalçıdır. Və ikisi də getməlidir. İkisi də düşməndir, ikisi də leşdir. Yəni bu demək atmosfer, hətta bəzilərinin doğru bilməsələr də bu işi deməkdən çəkinirlər, doğrudur. Deməkdən qorxurlar. Kürt məsələsinə görə niyə deyirlər ki, məsələn, elə bir zehniyyət yaranıb, xalqın xoşuna gəlməzsə, məsələn, umumi fəzada bu söz alınmaz. Bəs bizim işimiz o fəzanı sındırmaqdır. Bizim işimiz o tabını sındırmaqdır. Necə ki, baxın biz buna da qarşı bəziləri çıxdı, sənəndəcə gelib gedir, məsələn, tarix düzəldir, bura Sınandaşdır, bura Azərbaycandır, o birisi Azərbaycandır. Bunlar məsələni həll eləməsən, onu ona bənzətməklə, tarixi kök çıxartmaqla, oranın hətta tarixən Azərbaycan torpağı da olsa, ora indi kütlər də otururlar, orada nədir, 100 ildir, 200 ildir, nə qədərdirsə, o kütləri oradan təmizləyə bilməzsən. Və ona demək, yəni kütlərin xoya iddiası nədirsə, ya təbliğ iddiası nədirsə, tüylərində içində olan əslində ittilatın şeylərlə, İranın üretimlərlə ki, gəlib bizim içimizdə bu diyalogu salmağa çalışır və sənəndəşlə Kürdistan, Azərbaycandır. Yəni ki, biz hələ Tehranı danışmayaq, Farsı danışmayaq, ittilatı danışmayaq, Bəsici danışmayaq, Sipahı danışmayaq, intizamatı danışmayaq. Bugün bizi mədənlərimizi sökürlə aparırlar, bunu danışmayaq. Sənəndəş məsələn Azərbaycanımış, nəymiş. Bu həll olunsa da bu soranın məsələsi də həll olunsun. Bugünün məsələsi deyil. Nəticədə birinci dərəcəli, ikinci dərəcəli amilləri təriflədiyimizdə tavırımız da birinci dərəcəli. Bizə görə bugün Fars işgal rejimi birinci dərəcəli, yəni bilfeil bugün zülm edir, çəhməsi, polisi, əskəri, sərnizəsi başımızın üstündədir. Bütün gücümüzü, 90% gücümüzü buna koymalıyıq, 99% gücümüzü buna koymalıyıq. Yani Fars işgal rejimine toplarımız demek çevirdikdə, yumruğumuz onun kəlləsinə yendiğinde ara sıra bir tane de tərsə silləsi, caydırıcı bir tərsə silləsi Kürdə atmalıyıq. Ara sıra bir tərsə silləsi xalq mücahidinə, o birisine bu birisine atmalıyıq. Yani biz indi Cumhur İslamını bırakmışıq, işgalçını bırakmışıq, o zülm eləyir. Həmin işgalçının dilindən oturmuşuq, gedik mücadilə, xalq mücadiləsinin əleyhinə, o birisinin əleyhinə, bu birisinin əleyhinə. Onlar ikinci, üçüncü dərəcədədirlər. Onlar düşməndirlər, amma ikinci, üçüncü dərəcədə. Birinci dərəcəli düşməni həll eləmədən onlarla həll eləyə bilməzsən, onlarla savaşa bilməzsən. Yani gedərsən indi onlarla məşğul olanda əslində düşmənə xidmət edərsən. Məsələn, indi hesab edin ki, biz məsələn işimizi qoyaq xalq mücadiləsinə əleyhinə. Kimin xeyrinə olur? İranın xeyrinə olur. Xalq mücadilə Azərbaycana düşmən midir, təhdid midir? Əlbəttə təhdiddir və düşməndir. Amma o bizim bugün bütün enerjimizi ona qoymamalıyıq. Ondan demək İran işgal rejimi ilə antagonistli müadilələr içində mübarizəyə girdiyimizdə xalq mücahidlərinə də siyasi mövqe qoyarıq. Kürt cərəyanlarına, təşkilatlarına da siyasi mövqe qoyarıq. Biz indi bunlarla cəngə girməməliyik. Cəngimiz İran Fars işgal rejimi ilə olmalıdır. Eğer Kürtler Türkler ile savaşa girerse, sizin təşkilatın Kürtler ile bir savaşa hazırlığı var mı?
hazırlanmaqdayıq, hazırlıq aparmaqdayıq, təbliğ eləməkdəyik və demək bunu zərurətini bilirik. Bu anda belə bir silahlı dəstələrimiz olsun, Kürt təşkilatlarını pöskürdəcək bir təşkilatımız, qruplarımız olsun, yoxdur. Kürdlər ilə savaş ehtimalını durdurmaq ehtimalı nə qədərdir? Bu dediyim kimi olacaqdır. Sadəcə zamanın ertələnməyə çalışırıq. Yəni indi olması bizim heç birimizin xeyrinə deyil, amma bu durdurulmasının ehtimalı çox azdır. Əcəba farslar Kürdləri ya İran hakimiyyətinin bunlardan hansının əsas düşmən tərəfi Fars işğal rejimi bizim baxın İran işğal rejimi hakimiyyət sadəcə hakimiyyətdə qutulmur. Bəziləri ilə burada deyirlər. Məsələn Cümhuri İslamı. Biz nədən Cümhuri İslamı sözünü işlətmirik? Yəni biz çoxları deyir ki, aslında Cümhuri İslamı ilə məsələmiz yoxdur ki. Cümhuri İslamı ilə məsələmiz yoxdur deyil. Çünki məsələ fəqət Cümhuri İslamı ilə həll olunmur. Ona görə biz məsələyə köhnə baxırıq. Biz məsələyə deyirik ki, İran işğal rejimi. Bu, istərsə Cümhuri İslamı olsun, istərsə Şah rejimi olsun, istərsə Xalq Mücahidi olsun, nə mahiyyət daşırsa daşısın, İran işğal rejimidir. Ona görə deyirik ki, İran işğal rejimi bizim birinci düşmənimizdir. Bunu indi bugün kim təmsil eləyirsə, o birinci düşməndir. Yoxsa məsələn desək ki, məsələ fəqət Cümhuri İslamıdır. Sən gücün qoyarsan Cümhuri İslamını dəyişdirmək. Gələk yerində oturaq Cümhuri Demokratik. Gələk yerində oturaq məsələn Cümhuri Sosialisti. Gələk yerində oturaq məsələn Cümhuri Sekular olar. Ya gələr bir şahlıq olar. Bu bizə bir şey qazandırmır ki. Bizim vəziyyətimiz dəyişmir. İranda hakimiyyət, dövlətin sistemi, hakimiyyət sistemi dəyişir. Biz onu istəmirik. Biz deyirik ki, bu işğal buradan çıxmalıdır. Və nəticədə İran düşmən, əsl düşmən İran işğal rejimidir. İndi İran işğal rejiminin birinci dərəcəli nümayəndəsi bizim birinci dərəcəli düşmənimizdir. İran işğal rejiminin birinci dərəcəli nümayəndəsi kimdir? Cümhuri İslamıdır. İkinci dərəcəli nümayəndəsi kimdir? Xalq Mücahididir, Kürdlərdir, komünistləridir, demək ondan sonra bunun demokratlarıdır, nələr, hamısı bunlar düşməndirlər. Belə deyil ki, məsələn, İran demokratları, İranda demokrasi istəyənlər bizim düşmənimiz deyilmi? Düşmənimizdir. Çünki Azərbaycanın toprağında bunlar istəyirlər hakimiyyətdən sözünlər. Onlar Azərbaycanı öz mülkləri bilir, bizim genə də demək işğallarını Azərbaycanda sürməyə devam edəcəklər. Onlar Azərbaycandan ordularını çəkmirlər ki. Ona görə deyirik ki, İran işğal rejimi. Çox anlamır bunu. Anlaya bilmir, istəmirlər. Siz İran işğal rejimi. Buna görə siz bu məqama yetişmək lazımdır. Onu dərk eləmək üçün o qədər işləsən ki, görsən dərd hardadır. Yaxşı gəldi Cümhuri İslamı bugün getdi. Bəziləri görsən deyir ki, rejim apartheid. Yaxşı gəldi Cümhuri İslamı apartheid hasiyyətini dəyişdi. Nəcat Pərəstəyə bir qanun çıxartdı ki, dedi ki, Fars dili də rəsmi deyil. Fars, Kürt, Ərəb, Onfilan, Behman, Qara, Ağ, Müsəlman da fərq qoymuram. Bizim məsələmiz həll mi olur? Aya işğal bərtərəf olur? Azərbaycanın hakimiyyəti yoxdur. Mən Azərbaycan dövləti istəyirəm. O istərsə apartheid olsun ya olmasın. Apartheidi götürsün ya götürməsin. Demokrat olsun ya olmasın. Sosialist olsun ya olmasın. Nə bilim, bunlar Azərbaycanda işğalı bərtərəf eləyirmi? Eləyirsə, amma eləmirsə demək ki, mənim halımda bir təsir eləmir. Deməksə onda tikə-tikə savaşıram. Bugün deyirsən apartheidlə savaşıram. Şahit gəlir, apartheid getdi. Yəni deyirəm məsələn bir gəldi səhər yerinə bir apartheidsız, apartheidi olmayan, milli ırqıdan, nəcətpərəstlikdən kənar bir rejim quruldu. Mənim dövlətim nə oldu bə? Onda deyəcək ki,
İndi burada demokrasi yoxdur. Bir daha da demokrasi ilə sonra. İndi burada ictimai hüquqlar yoxdur. Ya iqtisadi hüquqlar yoxdur. Bir də sosiallaşdırmağa çalışacaqdır. Yəni sən hər gün o məsələlərlə uğraşacaqsan. 30 dənə mərhələ keçəcəksən, yenə də İranın işğalındasan. Amma biz bir dəfə deyirik ki, İran işğal rejimi. Yəni əvvəl gərək işğal bərtərəf olan. Eğer herhangi bir şey istəyiriksə Azərbaycanda birinci illa mütləq qaçınılmaz İranın buradan çıxmasıdır, işğalın dəf olunmasıdır. Ona göre bizim birinci dərəcəli düşmənimiz İran işğal rejimidir. Bu indi bugün Farsların demək hegemonluğundadır. Şəhər bunu məsələn ərəb hegemonluğunda istəsələr bizə təhmil eləsinlər. İngilis hegemonluğunda istəsələr təhmil eləsinlər. Eynidir. Yəni ki, İran işğalı dəyişmir. Bax, İran işğal rejimi dəyişmir. İranı bizə təhmil eləyən, istərsə ərəb olsun, istərsə bəluç olsun, kürd olsun, fars olsun və ya türk olsun, İran işğal rejimidir. Ona göre biz deyirik İran işğal rejimi. Ve bizim birinci dərəcəli düşmənimiz İran işğal rejimidir. Qanlı böhranlar. İran bölünərkən Farslarla Azərbaycan türkləri, Qəşqailər, Türkmənlər, Ərəblər, Bəluçlar arasında qanlı savaşların çıxmasını necə baxırsınız? Mütləqa olacaqdır. Dedik ki, İran Fars işğal rejimi, İran işğal rejimi əsasında ki, Farslar bunu rəhbərlik edir, hegemonluğundadır. Gücü buraxıb getməyəcəklər və nəticədə son bacardıqları ana qədər burada müqavimət edib o torpaqları tutmaq, saxlamaq və bizi sərkib eləmək istəyəcəklər və bu qanlı savaşdan keçəcəkdir. Bunun ayrı bir yolu yoxdur. Əgər Farslar Türklər ilə savaşa girərsə, sizin təşkilatın Farslar ilə bir savaş hazırlığı varmı? Hazırlamağa çalışırıq, dəvət edirik xalqımızı və bizim elə əsas gücümüz də bir belə müddətdə, yəni çoxu bu olubdur ki, bu işi xalqımıza izah eləyək ki, bu savaşdan geçer. Bunun ayrı bir həlli yoxdur. Ona görə biz də demək buna hazırlıq dönemindeyik, hazırlıq aparırıq. Farslar ilə savaş ehtimalını durdurmaq yoxdur, ehtimalını durdurmaq ehtimali yoxdur. Bu illaki olacaqdır. Ya gərək biz mübarizədən vazgeçək, yani istiqlaldan, dövlətçiliyimizdən vazgeçək, ya da eğer dövlətçilik istəyirsə bu mütləq bu savaş olacaqdır və bu mərhələyə keçibdir ki, məsələn xalqların mübarizəsi o mərhələyə keçibdir ki, bunun daha geriyə dönüş bir şansı yoxdur. Yəni bu savaşa hər gün yaxınlaşırıq biz. O qanlı savaşlar başlamasına hər bir gün geçdikcə daha çox yaxınlaşırıq və bu mütləq olacaqdır. Farslar da bir gecə durub qərar verib də gəlin buranı siz götürün, biz burada durmuşuq. Yəni heç bir güc bunu verməz, bunu eləməz. Eləmədiyi kimi Farslar da eləməyəcək, görə onları Ali Baş Komandanın dediyi kimi dəmir yumruğu vurub, iti qovan kimi qovub Azərbaycandan çıxartmalıyıq. Azərbaycanın istiqlalına çalışırsınızsa, İranın başqa yerlərində yaşayan Türklərin siyasi gələcəyinə necə baxırsınız? Bunu biz həm nizamnaməmizdə və həm manifestoda açıqlamışıq ki, biz təbii ki, Türkmənistanın bilafasilə dövlətləşməsinin və indi bizimlə bərabər də Qeyri-Fars Millətlər Cibhəsində işbirliyi içində və istiqlalının uğrunda mübarizə aparır. Başqa türklərin də, Qəşqailərin də, indidən də onların da təşkilatlanmasının və milli, hətta biz Qeyri-Fars Millətlər Cibhəsində Qəşqailər olmadan da 2005-ci ildə Qəşqailərin adını qoyduq, millət kimi. Amma bir Qəşqai təşkilatı qrupu tapanmadıq. Mənim tanıdığım Qəşqailər də var idilər. Əriyib gediblər, yəni burada neçəsi ilə danışdım. Qəşqailərin içində
böyle adlım ailələrdən görüşdüm, danışdım ki, gəlin burada nümayəndəliyiz olsun, biz qoymuşuq, adresi qoymuşuq. Amma o zaman zəif idi. İndi əlbəttə Azərbaycan Qaşqayların içində bir hərəkətlər, qımıltılar var, amma o dönemdə çox zəif idi. Yəni 2005'də biz Qeyri-Fars Millətlər Cibhəsində birinci əsas demək siyasi əsaslarına baxanda oradakı üzvü millətlərdən Qaşqaylar da var. Amma Qaşqaylar nədir? Bir təşkilat tapa bilmədi. Biz indi də bu anda da başqa türklərin də təşkilatlanmasının tərəfindəyik. İmkanımız olduğu qədər də kömək eləyərik ki, onlar formalaşsınlar. Ancaq bu türklərin siyasi gələcəyinə dair özləri bir tərəfdən və bizim də güc olmamız. Biz özümüz əsarətli olduğumuz süreçdə onlara heç bir şey eləyə bilmədik. Yəni indi bəziləri deyir ki, məsələn, ayrıldıq, Azərbaycan müstəqil oldu, Qaşqayı nə olacaq, Xorasan türkləri nə olacaq, məsələn, İsfahanda yaşayan türklər nə olacaq, ya filan nə olacaq. Öyle bir şey, məsələn, biz talihimizi Azərbaycan bir ocaqdır. Azərbaycan bu türkülüğün, Azərbaycançılığın mərkəzidir. Və inqilab da demək toplumun kompakt formada yaşadığı yerdə olar. Azərbaycanlıların burada dövlətləşməsini demək Qaşqayların və ya demək Şirazda yaşayan türklərə qurban verə bilmərik. Ona görə Azərbaycan birinci müstəqil olmalıdır. Müstəqil olduqda təbii ki, bizim planımız olan gələcək üçün Qaşqayı, Xorasan türkləri və başqa türkləri gətirib Azərbaycanda yetişdirib, milliləşdirib, örgütləşdirib, onlara şərait düzəldib və onların da dövlətləşməsinə və ya yaşadıkları əgər başqa bir dövlətsə, federasiyadırsa, ya nədirsə orada hüquqlarını əldə eləməyə və ya hətta azınlıqdadırlarsa, dövlət ola bilmirlərsə, bizim o dövlətinə əlaqələrimizdə bu xalqların bizdən olan yəni bu türklərin hüququnu təmin olmasına maksimal çabanı göstərmək. Bu bizim nizamnaməmizdə də öz əksini tapıbdır ki, Güney Azərbaycan Cumhuriyyəti demək İran adlanan ölkədə qurulan dövlətlərlə, qonşu dövlətlərlə münasibətini oradakı türklərin demək hüququnun müdafiəsini nəzərə alaraq oluşturmalıdır ilişkilərini, irtibatlarını. Yəni rabitələri quranda ticari, siyasi əlaqələri quranda, kültürel əlaqələri quranda demək buradakı türklərin də hüququnu savunma planındadır. Ancaq Qaşqayı və Xorasan türkləri kimi kompakt olan yerlərdə onları mühakkak örgütləşdirib və təşkilatlandırıb və öz dövlətlərini qurmağa çaba göstərməliyik. Məsələ hesab edin ki, Azərbaycan müstəqil, Güney Azərbaycan müstəqil Cumhuriyyətində ildə gətirək bir 1000 dənə, 2000 nəfər Qaşqayıdan, Qaşqayı türklərindən, Xorasan türklərindən gətirib orada universitetlərdə dövlət himayəsi ilə yetişdirib milli ruhlu siyasi mütəxəssislər demək yetişdirib və bunlara şərait yaradasız gedib, məsələn, Xorasan və Qaşqayı türklərinin içində örgütləşmə başladıb, hizbiləşmə və hizbi mübarizəyə, kütləvi mübarizəyə çevirməyə dəstəkləyəsiniz. Onda mı yaxşı olar, yoxsa bu gün duraq, məsələn, Azərbaycanı da bıraxaq, yaxşı dedik, məsələn, İsfahanda bir dənə türkün məsələn, haqqı tapdalanıbdır. Yəni buna bənzəyər ki, elə bir ki, deyək ki, məsələn, bugün Azərbaycan Cumhuriyyəti və ya Qazaxıstan
veya Türkmenistan, Üzbekistan bunlar müstəqil oldu. Bəs olmamalıdılar. Çünki məsələn Rusiyada tüylər var. Azərbaycanın biz bilirik ki, Moskvada 3 milyona yaxın Azərbaycanlı var yaşır. Və Azərbaycan müstəqil olanda elə az qalırdı ki, yarısı qədər Azərbaycan, yarısı qədər Moskvada, Rusiyada Azərbaycanlı var. Müstəqil olmasınmı? Bunlar məntiq deyil. Bunlar yəni onu istiqlalımızı əngəlləyəcək və ya mane olacaq məsələlər deyil. Və öncəliyimiz bütün Güney Azərbaycanın istiqlalı. Bizim Güney Azərbaycan İstiqlal Partiyası olaraq birinci öncəliyimiz özümüz, evin içidir. Təbriz, Azərbaycan, Güney Azərbaycan. Bunun dövlətləşməsidir. Bugün əgər bugün məsələn bizdən əvvəl deyək məsələn Xorasanda İstiqlal Savaşı gedirsə, gedib ona qatılırıq, dəstək veririk, savaşarıq ki, orada müstəqil olsun. Dövlətimizdən sonra yenə də orada İstiqlal Savaşı gedirsə, yenə də gedəcək, orada dəstək verəcək, qatılacaq, kömək edəcək, İstiqlal alsınlar. Amma Xorasana görə, Qaşqayıya görə, İsfahanda yaşayan Türk ailələrinə görə Azərbaycan milli hərəkatını durdurmayacaq ki, məsələn onun da hüququ var, biz müstəqil olacaq, onlar nə olacaq? Bunlar bizi yoldan caydırmaq kimi bir atmacalardılar. Ona görə biz yolumuzu, istiqlal davamızı yürütdükdə, dövlətimizi qurduqda daha güclü formada o tüylərin də hüququnu savuna bilərik. Buna bənzəyər ki, bunu bir dənə ağaca bənzədim, çinar ağacına. Bu çinar ağacının kökü haradır? Tüyləri deyirik. İran adlarında yaşayan tüyləri desək. Bu çinar ağacının kökü Təbrizdirsə, demək biz kökü buraxmışıq. Oradan kökünü söküblər, dağıdırlar, mümirlər yeyir, yıxır. Yox elə, amma demişik məsələn İsfahanda bir şahası vardı. İsfahanda 10 ailədir, yəni 100 ailədir, 20 ailədir, 5 ailədir nədirsə, o şahanı çıxartmışıq, gətirib qoymuşuq istəkanda suya, onu saxlayırıq. Çınar quruyur burada. Yəni sən şahanı saxlayırsan, çınar quruyur, çinarı qoruyacaqsan. O kökü qoruyacaqsan, o qaynayacaq, o şaxələri, qanadları, butaqları neyəcəkdir? Parlayacaqdır. Onun kölgəsi hamının başına kölgə salacaq, daldanacağı olacaqdır. Ona görə əsas Azərbaycandır. Əsas Güney Azərbaycandır. Güney Azərbaycanı demək dövlətləşdirərək bütün o tükləri biz savuna bilərik. Acaba Qaşqaylılar, Türkmenlər və başqa yerlərdə yaşayan Türklər Türkü düşmən tərif edənlər ilə qətlam ola bilirmi? Qətlam olacaqlarını deyil, belki hüquqlarının, əşimbilə şeylərinin davam edəcəyi ehtimalı var, amma bunları qətlam edəcək bir yəni kültürel qətlam olur. Fizikal qətlam söz konusu ola bilməz. Soyqırımları önün almaq amacıyla hangi planlarınız var? Birisi dedik biz mütləq dərəcədə dövlətləşib və güclənərək bunun önünə keçə bilərik. Var olan siyasi partiləri insan gücü savaşmaya yeterli midir? Belə yerərli mi yazılıb, yeterli mi deməkdir. Var olan siyasi partilərin insan gücü, siyasi partilərin insan fiziksel gücü səyyaldır. Yani çoxala bilər, azala bilər. Bugün bir zəif parti sabah bir güclü partiyə çevrilə bilər və bugün bir güclü parti sabah zəif bir duruma düşə bilər. Ona görə bunlar mütləq deyil. Ancaq potansiyel olarak potansiyel var. Var olan siyasi partilerin gücü inqilaba yeterli mi? Yeterli dediğimiz kimi qalıbdır ki, bu partiler ne derecede xalqla ilişki qura bilir və xalqı yönləndirə bilir.
illa parti demək xalqın tərəfindən mənimsənməlidir ki, o gücə, inqilab gücünə çatsın və yetərli olsun. Var olan siyasi partilərin gücü Kürt və faşistlərin qarşısında durmaya yeterli değil. Siyasi partiler özündeki vəziyyətlərində təbii ki buna yeterli değil. Dediğimiz gibi bu bir səyyal bir durumdur. Partinin xalq nə qədər dəstəkləyir, nə qədər himayət edirsə, o dərəcədə də güclü bu məsələlərin qarşısında durmağa yetirəcək. Bu anda yəni elə bir güclü partimiz, qrupumuz, hətta təşkilatdan hamısı birlikdə belə elə bir gücə malikdir. Acaba sizin təşkilat İranda bir ani dönüşə və qüdrəti ələ geçirməyə hazır mıdır? Hazır olmağa çalışırıq deyə. İxtilaflar bölümündə burada sualların bəziləri vardır ki, bunu partilər, müşəxəs hər parti özü verməlidir. Siyasi partilərin insan gücü və təcrübəsi dövlət qurmağa yetərlimi? Bundan əvvəlki soruda dedim ki, siyasi partilərin gücü sabit deyil. Bu zaman içində demək güclənib və ya güc itirə bilər qoyduğu mövqedən dolayı və bunu bugünkü durumları dövlət qurmağa yetərlidir desəniz, onu deyə bilərik ki, deyil siyasi partilərin. Amma bu olmayacaq mənasında deyil. Sabah güclənib, yəni nə qədər irtibat qura bilərsə xalqla və xalqı fikrini çatdıra bilərsə, biz o dərəcədə də xalqın içində nüfuza sahib və ya bu işi elə edə biləcək demək ya dövləti qurmağa yetərlidir deyə bilərik. Ona görə bu irtibatların olmadığı və xalqda bu hərəkəti yarada biliriksə, məsələ İstiqlal Partiyası bəlli bir zaman demək geniş bir imkanlar içində xalqı hərəkətə çəkə bildi. Yani bu böyle çok da sürmedi, uzun da sürmedi. 2 yıl İstiqlal Partisi'nin quruluşundan sonra oldu. Niyə şərait var idi? Və aynı şərait yaranarsa gene de bunu eləyə biləcəyimizə inanırıq. Yani milyonlar insanı Azərbaycanda xiyabanlara çəkə bildiksə, dövləti qurmağımız da mümkündür. Lazım və kifayət qədər siyasi, hüquqi, icraî təcrübə, elm və alim mövcud siyasi partilərdə varmı? Bunlar müşkil olmamalıdır. Əlbəttə ki, bəlli ölçüdə siyasi, hüquqi, icraî təcrübələr var, amma bunların heç birisi dövləti qurmağa mane olmaz. Təbii ki, millətimizdə alim, mütəxəssis partilərin içində də var. Və bunları demək yetişdirə də bilər, hətta istihdam da eləyə bilər. Yəni ki, bunlar dövləti qurmağa mane olmazlar. Var olan siyasi partilərin öz güclərinin doğru təhlilləri və hesabatları varmı? Bunu partilər özləri cavab verə bilərlər. Var olan siyasi partilər nədən bir-birləri ilə əməkdaşlıq edə bilmirlər? Əməkdaşlıq edə bilmirlər, doğru deyil. Çünki indiyə qədər bir çox məsələlərdə biz partilər olaraq Azərbaycan, Güney Azərbaycan təşkilatları olaraq demək bəlli əməkdaşlıqlarımız olubdur, birliklərimiz olubdur. Birlikdə işlə görə bilmişik. Əməkdaşlıq edə bilmirlər, doğru deyil. Ancaq bəzi belə bir avam bir zehniyyət vardır ki, deyirlər, bəs bu partilər birləşməlidir. Partilər birləşməzlər. Partilər bəlli bir məsələ üçün, müşəxəs bir məsələ üçün bir irtilaf qurarlar, bir birlik qurarlar. Bunlar idğam olmazlar. Ona görə əməkdaşlıq var, olunur və həssas dönəmlərdə hətta anidən də bizim birləşmə, birlikdə hərəkət etmə təcrübəmiz olub. Eləyə bilmişik, gene də eləyə bilərik. Yəni, mən güvənirəm ki, Azərbaycan indi bir ciddi bir duruma düşsə, partilər tək-tək hərəkət eləsinlər. Gene də bir etilaf qurub və bu məsələləri ələ almağa qadirik.
var olan siyasi partilər bir-biri ilə olan ixtilaflarına hansı qonularda? Hər partinin təbii ki, strateji və taktik məsələsidir burada. Yəni təriflər məsələsidir. Biz istiqlalçıyıq. Bizim məsələn demək Azərbaycan əməkdaşlıq təşkilatları arası əməkdaşlıq qrupunda bizim məsələn termlərimizi qısıtlamağa çalışırlar. Biz də bəlli ölçüdə bunlara güzəştlik edirdik ki, o birlik olsun, amma da bəlli bir yerdən o tərəfə gedə bilmərik. Məsələn, işğal sözündən, İran adlanan sözündən çəkinmələri, Azərbaycan dövlətinin çəkinmələr və s. Yəni bunlar gəlir o təşkilatların fəlsəfi və ideolojik baxışına, taktik və stratejilərinə. Biz bir istiqlalçı, bütövçü bir təşkilat olaraq, təbii ki, bir federalçı təşkilatının bəlli məsələlərdə təriflərimiz fərqlidir. Yəni, çox məsələlər, bəlli məsələlərdə, çox məsələlərdə fərqlərimiz təriflidir. Hələ bəziləri bəlirsizdir. Bəzi təşkilatlar hələ bəllidir ki, federalistdirlər, muxtariyyətçidirlər, istiqlalçıdırlar, yəni nəhçidirlər, bunları tərifləməyiblər, yəni müşəxəs eləməyiblər. Öyle bir dənə örtü altında taleyini təyinləşmə və bu bizə məfhum deyil. Bu bizə yəni bizə görə bu bir dənə partinin hədəfi ola bilməz. Partinin öz taleyini təyinləşdirmək dedirsə tərifi qoymalıdır. Öz taleyini təyinləşdirmək mənim gözümdən nədir? Mənim təşkilatımın gözündən öz taleyini təyinləşdirmək nədir? Onu qoymalıdır. Necə ki, İstiqlal Partiyasıdır, elə öz taleyini təyinləşdirməni İstiqlal tərif edibdir. Və onlarda da amma bu tərif yoxdur ki, desin ki, bu öz taleyini təyinləşdirməkdə nədir? Bunu İstiqlal mıdır, muxtariyyət midir, özəklik midir, federalizmidir, ana dili midir, məsələn, bölgə bələdiyyəçilik midir, nədir? Bunlar bəlirlənməyibdir. Yəni, bunlar sorun yaradır. Onlar bəlirlənməyəndə, onda biz cəbdəndə İran işğal rejimi, görsünüz, o birisi qrupda deyir ki, keşvər, məsalih keşvərdir. Məsələn, bəyanat veririk. Biz deyirik ki, İran işğal rejimi, o birisi də deyir ki, ölkənin məsləhəti. Yəni, burada bizim bir ziddiyyətimiz var, anlaşmamazlıq, ciddi bir anlaşmamazlıq var. Yəni, o ciddi anlaşmamazlıq budur ki, mən işğalçı bildiyimi, mənimlə oturan təşkilat da ölkə məsləhəti hesabı. Yəni, onu bu ölkəni hara bilir? Ölkəni İran bilir, Azərbaycanı bilmir. Mənim ölkəm işğal altındadır. Və ya məsələn, biz deyirik ki, məsələn, İran işğal qüvvələri söz atırıq və ya Azərbaycanın işğal altında olmağından söz atırıq. Görürsünüz, məsələn, bəyanatında həmən başqa təşkilat edir ki, Şimali Keşvər məsələn bu vəziyyətdədir. Şimali Qərbi Keşvər. Bəs bu beyin olaraq hardadır? Burada bir sorun var. Mənim ölkə tanıdığımı, mənim vətən saydığımı o bir başqa, yəni onun vətəninin şimalı qarbi görünür. Demək ki, o buranı deyil, İranı vətən bilir. Buna görə o təşkilatların tərifləri və taktik stratejiləri, inanclarıdır ki, ixtilaf mərkəzləri və ya bunları bir-birindən deyək ki, fərqləndirir. Əcəba ixtilaflı qonular bir partinin başqa qolları ya bir cəbhənin, fraksiyonun qolları ola bilməzmi? Olar. Yəni burada bir cəbhədə, bir fraksiyonda birləşmək və ya birlikdə hərəkət eləmək üçün illa hamı eyni fikirdə olmaq zərurəti yoxdur. Yəni bunu dövlətlər məsələsində də vurguladım ki, biz ixtilaflı, hətta ixtilafımız olan dövlətlərlə də bəlli irtibatlarımız da ola bilər, bəlli işbirliyimiz də ola bilər. Ona görə cəbhədə, fraksiyonda demək nəyin üzərində qurulur? Demək, anlaşdığımız məsələlər üzərində qurulur. Yəni,
anlaşmadığımız məsələlər bir tərəfdə durur, öz yerində onlar həll olunmur, öz yerindədir. Amma bir məsələdə gəlir anlaşırıq, deyirik ki, məsələn, deyək ki, indi fərz deyək ki, Urmu gölü qurudulur, gəlin birlikdə məsələn bunun əleyhinə bir aksiyon keçirdək, bir təzahürat keçirdək, bir çağırış verək, bir iş görək. Orada fərqli düşüncələrimizə rağmen bu məsələdə eyni düşündüyümüz üçün biz nə edirik? Bu cibhəni qurub gedə bilirik. İndi yəni cibhədə zərurətən bizim məsələn qeyri-fəs millətlər arası cibhəmiz vardı. Buradakıların hamısı eyni düşüncədə deyil və təbii çoxlarının bir-birinə bizim məsələn Kürdlərlə, Ərəblərin, Bəluşların türkmənlərlə və bunların hamısının da farslarla problemi vardı. Nədir? Amma orada da bir aradayıq. Yəni bir-birlərindən problemləri ola da bir arada bir cəbhədə də fəaliyyət edə bilir və Azərbaycan təşkilatları da demək bir cəbhənin fraksiyonları və ya qolları ola bilərlər. Var olan siyasi partilər arasında rəqabət varmıdır? Var. Rəqabət hər bir parti çalışır ki, daha çox xalqın diqqətini çəkib himayəsini qazansın. Rəqabətlər qonuları nələrdir? Azərbaycanın təbii ki, rəhbərliyi eləmək, iqtidarı ələ almaq, daha çox tərəfdar toplamaq və hakim demək mövqeyinə gəlmək, hegemon parti, rəhbər parti mövqeyinə almaq üçündür. Əcəba var olan siyasi partilər bir cəbhə, bir liderlik sistemi yaratmaqdan yenə də bu yuxarıda danışılıbdır. Acizdirmi, acizlərmi? Yox, deyirlər. Yaratmışıq, bu cəbhəni yaratmışıq və bir lider deyil. Bəlkə dedik ki, partilər etilaf qurur, bunların rəhbərləri gəlir və ya nümayəndələri oturur, bəlli məsələlər üzərində danışır, bir ittifaqa yetişirlər. Əsas burada anlaşmadır. Bizim yəni görüşlərdə əsası qoyuruq anlaşmaya. İndi çox zor olanda buna təbii ki, səsi də daxil edir. Amma ümumiyyətlə anlaşma daha səsə qoymaqdan daha yetərli. Çünki daha etkili olurdu və davamlı olur deyə düşünürəm. Bəli, eliblər təşkilatlar bunu eliblər və heç də eləməkdən də aciz də deyirlər. Ancaq eyni zamanda hər partinin və təşkilatın öz mənfəətləri, təşkilati mənfəətləri də var. İndi bunlar nə qədər qabarıqdırsa, o da o işbirliyini o dərəcədə etkisinə alır. Sizin partinin var olan siyasi partilərlə birləşməsi və əməkdaşlıqları üçün hansı planları vardır? Biz bəri başından qurulduğumuzdan əlbəttə o dönəmdə Azərbaycan elə bir təşkilatları yox idi. Və özəlliklə də istiqlal məfkurəsini daşıyan biz dəfələrcə Azərbaycan təşkilatlarının birləşməsinə, yəni əməkdaşlığı üçün mexanizmlər aramışıq. Məsələn, 2006-cı ildə demək kütləvi etirazların ardından Günəz TV-nin stadiyosunda Günəz TV-dən təbliğ eləyərək, dəvət eləyərək Günəz TV-nin rəhbərliyi ilə Günəz TV-nin stadiyosunda təşkilatları dəvət elədik və bir neçəsinin qatılımı ilə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsini yaratdıq və onun platform nizamnaməsi, əsasnamə deməyək, prinsipləri, bir neçə maddədən ibarət prinsipləri həmən yerdə elə o söhbət əsnasında mənə mühəvvəl olundu İstiqlal Partiyasının tərəfindən demək hazırladım və danışıqların əsnasında bunları müzakirə elədik və qəbul olundu və cibhə işinə başladı. Amma təbii ki, bir çox çağırdığımız təşkilatların çoxu gəlmədi. 4 təşkilatdan ibarət oldu. Demək, olduq biz Güney Azərbaycan İstiqlal Partiyası, Dünya Azərbaycanlılar Konqresi, GAMO, demək, federalistlərdən
nümayəndəlik qatıldı federal listlərdən və Günas TV 5 qurumdan ibarət. Günas TV-də müstəqil olaraq ki o söhbət əsnasında etirazlar gəldi. Günas TV müstəqil qalsın deyə Günas TV çəkildi və demək qaldıq 4 təşkilat bu cəbhədə. Ondan sonra demək təriflər də federalçılarda çəkildilər məsələdən. Qaldı 3 təşkilat. Güney Azərbaycan İstiqlal Partiyası, GAMOH və demək GAMOH və Dünya Azərbaycanlılar Konqresi. Bunların üçündən fəaliyyət davam elədi. Bir müddətdən sonra o da daha iləri, yəni başqa qatılan olmadı. Açıq idi ancaq yenə də müraciət edirdi. Bu baş tutmadı. Ondan sonra yenə də Azərbaycan təşkilatlarının içində həm fikir, həm xətt olan İstiqlalçılar Birliyini qurmağa çalışdıq və burada da yenə də bir 4 təşkilatdan ibarət İstiqlalçılar Birliyini təşkil elədik və o da bəlli bir sürə fəaliyyətdən sonra təşkilatlar birisi ümumiyyətlə fəaliyyətini komplet durdurdu, yəni tətil elan elədi, işlərini tətil elədi o birlikdə olan. Başqa bir qrupda yenə elan eləmədən cəbhədən pasif formada ayrıldı. Yəni bu İstiqlalçılar Birliyi də indi sözdə adı var, amma əməldə özü yoxdur. Amma qurmağa çalışdıq. Yəni biz İstiqlal Partiyası olaraq burada demək böyük çaba göstərdik. Ondan sonra demək Güney Azərbaycan təşkilatlarının işbirliyi 10 təşkilatdan ibarət işbirliyi mərkəzi yaratdıq. Ondan sonra yenə orada bir bəlli bir süreçdən sonra bir seri demək əsasların pozuntusundan dolayı orada məhkəmə istədik. Məhkəmə yəni bu usulları pozanların demək bir sürü cavabdeh olmalarını, çünki orada bizim anlaşmamız var idi. O əsaslarda 12-13 maddədən ibarət idi, çox da deyildi və orada onlardan birisi də buydu ki, Kürd və Fars təşkilatları ilə, terrorçu təşkilatları ilə, bu təşkilatları ilə hər hansı bir zərurətdən dolayı irtibat qurulursa, zərurəti olduğunda bu demək birliyinin, işbirliyi mərkəzinin qərarına uyğun olmalıdır. Yəni burada müzakirə olunub, alınan qərara uyğun olmalıdır. Amma bəzi təşkilatlar, bu işbirliyi mərkəzində olan bəzi təşkilatlar İran adlanan yerdə Genjiyan azadi fəzasına qatıldılar və belə güman elədilər ki, məsələ həll olacaqdır, düşdülər o bir tərəfə. Yəni ki, Azərbaycan davasını unudub bir anda İranda özlərini kəşf elədilər və biz onu gördük ki, bunlar Kürdlər ilə müzakirə içində, xalq mücahidləri ilə müzakirə içində şüarlar dəyişilir, yəni yavaş-yavaş qadın yaşam azadlığı gətirirlər bu birliyin içinə şüar çevirməyə və orada dur dedik və mühakimə istədik. Bunları pozanların disiplin olmasını, çünki birliyin dağılmasını istəmirdik və nəticədə bunu pozanlar bu işi görən qrup və ya qruplara orada hədd kəsilməlidir ki, prinsiplər icra olunsun. Ancaq olmadığına görə təxminən bir ay buna fürsət verdik və hər hansı bir toplantı istədik, demək bunların disiplin olmasını istədik, amma bunlar gerçəkləşmədiyi üçün nə oldu? Yəni belə bir mexanizm olmadığı üçün biz oradan istiqlalçı təşkilatlar olaraq oradan ayrıldıq. Yəni ki,
ondan sonra gene de o məsələ adında, o prinsiplər adında deyil. Bu dəfə təşkilatlar istişarə qrup düzəltdik. Yəni hər daim buna biz çalışmışıq və təşkilatlar arası indi qəbul eləməyək bu təşkilatlarla Güney Azərbaycan təşkilatları olaraq, baxın, bu termə çox diqqət edin. Güney Azərbaycan təşkilatları olaraq, nəinki zərurətən Güney Azərbaycan milli təşkilatları demirik bunlara. Deyirik, Güney Azərbaycan təşkilatları olaraq bunlarla işbirliyinə girmişik. Bizə görə, söhbətimin əvvəlində dedim ki, İstiqlal Partiyasına görə Azərbaycan milli hərəkatı, əgər istiqlalçıdırsa, milli hərəkətdir, deyilsə milli hərəkət deyil və təşkilatları deyiləcək. Əgər istiqlalçıdırsa milli təşkilatdır, deyilsə Azərbaycan təşkilatıdır, amma milli təşkilat deyil. Amma müsbətliyi budur ki, Azərbaycan təşkilatıdır. Ona görə Güney Azərbaycan təşkilatları ilə burada aydıncasına Güney Azərbaycan təşkilatları deyirəm. Güney Azərbaycan təşkilatları ilə hər daim işbirliyi üçün fəaliyyət göstərmişik, irtibatlar qurmuşuq. Bugün də bu təşkilatların çoxunun rəhbərləri ilə müşəxsən əlaqəmiz var. Amma təbii ki, bu onların bütün amac və düşüncələrini ya hədəflərini qəbul etməyimiz mənasına gəlmir və onları o təşkilatlarla hər daim bir türlü bir yol tapıp herhangi bir birlikte yapacağımız, edebileceğimiz işler ihtimal ve potansiyeli varsa onu değerlendirmişik. Onun için de faaliyet göstermişik ve göstereceğiz de. Hansı şərtlər əsasında sizin parti başqa partilər ilə birləşər ya əməkdaşlıq edər? Bunu təbii ki, bizim Azərbaycançılıq, dövlətçilik, milli maraqlar içində demək və ən azından bunlara zərər vurmadığı təqdirdə əməkdaşlıq edə bilərik və etmişik də, qurmuşuq da. Bunları dedik, o söhbətin içində bütün bu şərtlərin hamısını birləşmək və əməkdaşlıq üçün əməkdaşlıq və birlik yolunda hansı şərtləriniz vaz keçərsiniz? Heç bir şərtlərdən vaz keçilmir. Bəlkə bəlli ölçüdə tolerə edilir. Demək, yəni vazgeçmə mənasında deyil. Biz heç bir şeydən vazgeçməyirik. Biz hədəfimiz doğrudur istiqamətdə gedirik. İndi birisi bu istiqamətdə bizlə əgər 1 metr gələ bilirsə, onun gəlməsinə də yəni o 1 metri də bərabər getməyə tərcih edirik. Biz bir uzun məsafəti gələcək, kilometrlərlə yol gələcək, birisi 50 metr gəlibsinə gəlsin. Yəni onu da dəyərləndirək. Əcəba sürgündə dövlət məclis, məhkəmə, kabinə və sistem bunları qabaqca danışmışıq. Sürgündə dövlət demək əsasında dəfələrcə söhbət olubdur və bunu bəziləri qapıblar icra eləməyə ki, öz adlarına çıxsın və ya kimlərinsə əlində olsun qalxıblar və bu təşəbbüsü biraz da etibarsızlaşdırıblar və o yüzden də bu günə qədər olmuyubdur və nə yazıq ki, hər ikisində də bunların bu ideyanı qapıb və bu təşəbbüsdən sui-istifadə deməkdə bunu məsələn öz adlarına mənimsələşdirmək istəyənlərin heç birisi də Güney Azərbaycandan olmayıbdır. Yəni bu bir növdə onların yenilgisinə səbəb olub. Buna görə ki, Güney Azərbaycanın iradəsini heçə sahib. Mesela birisi durubdur Azərbaycan Cumhuriyyətindən gəlib məsələn bizdən vəkalətən dövlət milli məclis qurub. Və ya birisi məsələn Türkiyədən durubdur bizim
tərəfimizdən konsey qurur, o birisi durub müvəqqət dövlət qurur. Bu Güney Azərbaycanı təhqirdir. Bu iş gərək Güney Azərbaycanlıların özəli ilə olar. Güney Azərbaycan təşkilatlarının vasitəsilə olar. Kimsə bu təşkilatları qeydçiliyib də gəlib kənardan mən dövləti elan elədim, qurdum, yəni belə olmur da. Elədilər. Dəfələrcələrdə 3 dəfə buna təşəbbüs ediblər, amma nəticə alınmır. Yəni əsasında zərəri olubdur. Nəticə alınmırdır ki, zərəri olubdur. Xeyri olmurdur ki, zərəri olubdur. Çünki bizim o kutsallarımız dəyərsizləşdirilibdir. Məsələn, məclis indi kimə deyirsən, buna bir xoş yanaşım yoxdur. Çünki adını kirləndiriblər. İtibarsızlaşdırıblar, dəyərsizləşdiriblər. Yəni bu cür hərəkətlər təbii ki, bunun bu günə qədər baş tutmamasına səbəb olubdur. Bizim əlbəttə Azərbaycandan Quzey Azərbaycan Cumhuriyyətindən, Türkiyə Cumhuriyyətindən, bütün Türk topluluqlarından və hətta Türk olmayan topluluqlardan dövlətimizi, məclisimizi demək, savaşımızı aparmaq üçün himayətə ehtiyacımız vardır. Amma ağalığa deyil. Yəni bizi gəlib bizə ağalıq eləyib, bizim tərəfimizdən vəkalət eləyib, demək, Güney Azərbaycanı heç saya gələ, məsələn, özünü Güney Azərbaycana heç aid olmayan, Güney Azərbaycana 3 dənə şəhəri desən adını bilməyəcək, Güney Azərbaycan rəhbərlik iddiası eləyib və məsələn, mən sənə dövlət qururam, mən sənə filan qururam, mən, ya məsələn, görürsən, konsey qurubdur adam, Güney Azərbaycan konsey, bu tərəfdən də paslarla oturubdur, demək, müzakirə eləyir, heç bilmir ki, o paslardır, Sipahın, demək, jeneralıdır. Məsələn, onun da şəklini qoyub orada, deyəsən, Güney Azərbaycanlı qardaşımla məsələn, bilən elədi. Yəni, bir cür hədsizliklər, həddini bilməməzliklər və ya bilinçsiz hərəkətlər bir xalqın etibarını saymamazlıq. Yəni ki, necə ola birisi durur, Güney Azərbaycanın bir belə təşkilatı olur, bir belə tanınmış adamları olur, heç birisinin xəbəri olmadan görürsünüz ki, oradan demək bir dənə bir yerdə məsələn cübbuldadı çıxdı, məclis qurdu. Siz hardan qurdunuz bu məclis? Sağa soruşursan xəbərim var, sola soruşursan xəbərim var. Biz bir dənə prensip yazdıq ortalığa ki, bu məclis qurulmalıdır. Bu məclisin sürgündə məclisin qurulması 30'a qədər maddə yazmışdıq biz. İstiqlal Partisi olarak. Bu şərtlərdə olmalıdır. Seçim necə olmalıdır? Nə qədər bunun sembolik nümayəndəsi olmalıdır? Güneydən necə adamları bura cəlb eləməliyik? Hansı formalarda ki, onlar həm burada iradələri səslənə bilsin, içəridən, Güneyin, məsələn, Təbrizdən, bugün Təbrizdə yaşayan aktivistlərimizi deyirik və ya Urmuda və ya onların bura necə qatqısı olsun, necə burada təmsil ola bilsinlər, necə burada sözlərini deyə bilsinlər, buna şərait düzəltmək, hamısına təri qoymuşdur. Amma çıxdı oradan bir başqası eylən elədi də məclisi qurmuş. O gəldi, indi o məsələdən 10 il keçəndən sonra, bizim o təşrifimizdən 10 il keçəndən sonra bizim bugün məclisimiz yoxdur. Niyə? Çünki birisi həvəs elədi ki, bir şey olubdur, tamam, burada tarixdə mənim adıma yazılsın. Ancaq tarixdə onun adına bir dənə ləkə yazıldı. Azərbaycanın hərəkatına bir manə, bir sədd yaradıldı. Onun adından o birisi həmən bir neçə farsda çəkmədi. Bu birisi də ona rəqabət olaraq, bu da o tərəfdən birisi düzəltdi. Yəni, bu məsələlər bizim şəxsi ambisiyalar, demək, şəxsi çıxarlar, mənliklər, məncilliklər bu hədəflərimizin bugünə qədər gerçəkləşməsinə daşıyardım ki, o çəkilməsinin içində bir başqa dostumuzda belə çəkilir ki, şeytan deyir ki, sən də çıx dövləti elan elə. Elə belə məsələ bir nəfərlə olurmuş bu işlə. Sən də çıx dövləti elan elə. O məclisi qurdu, bu konseyi qurdu. Mən də şeytan deyir ki, çıx ki, sən də dövləti elan elə. Biz bu termişlərdə belə baxışlarla təbii ki, dövlət qurmaq olmaz. Dövlət, məclis qurmaq onun bir kuralları və yol yöntəmi var. O yüzden də düşünürsüz sözüne deyək ki, düşünmüşük, çabada göstərmişik,
Ama bu günə qədər alınmırdı. Dünya dövlətləri və millətləri sizi rəsmiyyətə tanısın deyə labı qurmaya çalışırsınız ya çalışıbsınız. Çalışmışıq. Bir çox dövlətlərlə Güney Azərbaycan İstiqlal Partiyası indi bir çox dövlət tanıyır və rəsmi görüşlərimiz olubdur. Xarici demək bakanlıqları ilə görüşümüz olubdur. Siyasi örgütləri ilə, qərarverici örgütləri ilə, bir çox ölkə ilə bizim demək Güney Azərbaycan İstiqlal Partiyası olaraq əlaqələrimiz olub və bu davam eləmək. Yəni ki, biz çox dövlətlərlə, istərsə Amerika, Avropa dövlətləri, Kanada dövləti ilə, Amerika dövləti ilə, Avropa dövlətləri ilə, Ərəb dövlətləri ilə, Türk dövlətləri ilə bir çoxu ilə əlaqəmiz var, əlaqə qurmuşuq. Orada olan hizblərlə, partilərlə. Lobiçilik hər bir millətin, hər bir hərəkətin əsasən qaçınılmaz bir hissəsidir və biz də bunu mümkün dərəcədə etdirməyə çalışmışıq. Dəfələrcə biz Kanadanın parlamentində görüşlərimiz olubdur və demək başqa ölkələrin, hətta məsələn İsveçin parlamentində, İngiltərənin parlamentində, yəni bir çox dövlətlərlə rəsmi görüşlərimiz olubdur və bunu da əlbəttə ki davam edəcək. Bu Azərbaycan Milli Hərəkatının demək qaçınılmaz bir fəaliyyətidir, gərəyidir.